Salamlar. Hər birinizi salamlayıram. Xoş gördük. Bugün sizlə görüşümüzün məqsədi Mingəçevir Dövlət Universiteti Xarici Dillər Kafedrası tərəfindən təqdim olunan, daha doğrusu təşkil olunan bu təlimdir. Və bu təlim bilirsiniz ki, MIQ imtahanına hazırlaşan tələbələr üçün təşkil olunubdur. İlk öncə təşəkkürümü bildirirəm buna görə. Və mən Sevda Köçərli, ingilis dili müəllimi və MIQ üzrə təlimçiyəm. Hər şey başlamazdan öncə hər birinizə uğurlar arzu edirəm və ümid edirəm ki, imtahanda hər biriniz çox gözəl nəticələr əldə edərsiniz. Bu gün sizlə bir yerdə biz hansı məsələlərə baxacağıq? Gəlin onlar haqqında danışaq. Bu təlimdə nələr öyrənəcəyik? Bu təlimdə biz sizlə öyrənəcəyik. MIQ imtahanının əvvəlcə baxacağıq ümumi strukturu, sual bölgüsü necə olur? Ümumiyyətlə ilk dəfə imtahanda iştirak edən bir müəllim namizədi, belə deyək, gedərkən nələrlə qarşılaşacaq bu imtahanda? Daha sonra son 5 ildə miqdə düşən və problem yaradan suallar, hansı ki, onlara ən vacib olanları seçmişəm və onların üzərində təhlil eləyəcəyik və ümumi sual həlli strategiyaları, hər bölmə üzrə biz bunlara baxacağıq və bir də ümumiyyətlə imtahanda vaxtın idarə edilməsidir və sualların effektiv cavablandırma üsullarıdır ki, bu təlim boyunca biz bunları hamısının üzərindən keçəcəyik. Əvvəlcə MIQ imtahanının ümumi strukturunu sizin üçün belə bir cədvəl formasında hazırlamışam. Baxırıq nəyə? Müsabiqə mərhələlərinə ilk öncə baxacağıq. Bu ardıcıllıq necə olur? Siz ilk dəfə iştirak edirsiniz deyə bu bəzi məsələlər qaranlıq qala bilər. Əvvəlcə qeydiyyatdan keçəcəksiniz. Bu qeydiyyatdan keçmə vaxtı nə zaman olur? Bu il üçün imtahan iyul ayının 1-i 8-i arasında təşkil olunacaq. Bu o deməkdir ki, may ayının son 5 günlüyündə və yaxud da iyun ayında artıq qeydiyyatdan keçəcəksiniz. Qeydiyyatdan keçərkən müəllimlər ilk öncə elektron ərizələriniz yoxlanacaq. Daha sonra test imtahanı mərhələsi olacaq. Test imtahanından uğurla keçən müəllimlər vakant yer seçəcəklər. Yəni keçid balını keçən hər kəs vakant yer seçimində iştirak eləyəcək. Daha sonra isə vakant yer, yəni hansısa bir məktəbə qəbul alandan sonra müsahibə mərhələsinə gedəcəksiniz və ondan sonra artıq daimiləşəcəksiniz. Və imtahana getdiniz, test imtahanının strukturu ümumiyyətlə necədir? Burada neçə sual düşür? Ümumi 60 sual olur. 60 sualdan 40 sualı ixtisas üzrədir. Yəni ingilis dilindən siz 40 sual cavablandıracaqsınız. 20 sual isə metodikadan düşəcək. Ümumi isə 150 dəqiqə sizin vaxtınız var. Əslində 150 dəqiqə bütün bu 60 sualı cavablandırmaq üçün yetərli bir vaxtdır. Sadəcə olaraq mətn oxuyub anlama suallarının çoxluğu, reading mətninin uzun olması biraz bizim vaxtımız çatmaya bilir. Amma bunun üçün də siz artıq, indi bu barədə danışacağım, siz artıq imtahana gedənə kimi bütün işlədiyiniz sınaqları vaxtla işləməlisiniz ki, imtahanda vaxtı düzgün idarə etməyi bacarasınız. Yaxşı, biz dedik ki 60 dənə sual olacaq. Bəs bu 60 sual necə qiymətləndiriləcək? İxtisas sualları 2 balla qiymətləndirilir, metodika sualları isə 1 balla qiymətləndirilir. Yəni siz imtahanda maksimum 80 bal ixtisasdan götürə bilirsiniz, maksimum 20 bal isə metodikadan götürə bilirsiniz. Amma bir balaca problemimiz var ki, burada səhv cavablar ümumi balımıza, ümumi nəticəmizə təsir edir. Bu o deməkdir ki, əgər ixtisasdan siz bir sualı səhv eləsəz, zaten 80 baldan həmin o 2 bal sizin səhv elədiyiniz sualın balı çıxır. Əlavə olaraq da sizin ümumi topladığınız baldan hər səhv cavab üçün 0,5 bal ixtisas üçün, 0,25 bal da metodika üçün silinir. Ona görə də siz cavabları düzgün yazmağa çalışmaqdan əlavə həmçinin çalışmalısınız ki, səhvləriniz də olmasın. Yəni əmin olmadığınız sualları cavablandırmayasınız. Amma bu o demək deyil ki, ümumiyyətlə, məsələn, keçən il bir tələbəmiz var idi, hansı ki imtahana gedib, çox yüksək nəticə gözlədiyimiz bir tələbə çox zəif nəticə ilə ayrılmışdı. Və o demişdi ki, mən qorxdum ki, səhv suallar düzləri aparar, ona görə əmin olmadığım sualları yazmadım. Bu doğru yanaşma deyil. Çünki sizin əmin olmadığınız sual, biri var ki, ümumiyyətlə bununla bağlı məlumatınız yoxdur. Yəni, heç bir təsəvvürünüz yoxdur bu sualla bağlı. İlk dəfə qarşılaşmışsınız. Əlbəttə, o zaman yazmamaq daha yaxşıdır. Yox, əgər oxumusunuz, sadəcə əmin deyilsinizsə, yəni biraz orada tərəddüd varsa, yenə də o cavabı yazın. Çünki sizin orada qazanacağınız 2 baldır. Amma yazmasaz,
itirəcəyiniz 2,5 bal olur. Bu, yəni biraz daha çox gəlir. Keçid balı necədir? İxtisas üzrə 34 bal, metodika üzrə isə 6 bal sizin səhvləriniz doğru cavablara təsir eləyəndən sonra yerdə qalmalı olan baldır. Yəni bütün səhvlər, düzlər hesablanır və nəticədə sizin keçmək üçün ixtisasdan 34, metodikadansa 6 balınız olmalıdır. Ən az. Və bu zaman siz artıq vakant yer seçimində iştirak edə bilirsiniz. Yox, əgər 34-dən aşağı ixtisas balı və yaxud da 6-dan aşağı metodika balınız varsa da, siz ümumiyyətlə vakansiya seçimi mərhələsində iştirak edə bilmirsiniz. Yəni minimum keçid balı hər ikisini toplayanda ümumi 40 baldır. Burada tələbələr üçün bir qeyd demək istəyirəm, hansı ki, onlar artıq pedaqoji ixtisaslar üzrə sonuncu kurs tələbələridir. Biz qeydiyyatdan keçərkən bizə diplomun seriya nömrəsi tələb olunur, amma sizdə qeydiyyatdan keçən zaman hələ ki diplom olmayacaq. Ona görə də qeydiyyatdan keçərkən diplomun seriya nömrə tələb olunan hissəsinə siz yazacaqsınız arayış sözünü. Sadəcə arayış yazırsınız. Və növbəti mərhələdə, yəni məktəbə qəbul olub müsahibəyə gedəndə artıq diplomunuz əlinizdə olacaq. O zaman diplomunuzu özünüzlə aparacaqsınız. Buna da diqqətli olmaq lazımdır. Daha sonra gəldik xarici dil. Yəni bizim işimiz bilirsiniz ki, ingilis dilidir, ixtisas suallarıdır. Yaxşı, bəs bu 40 dənə ixtisas sualı necə bölünür? 15 dənə sual oxuyub anlama sualıdır. Bir-bir hamısına baxacağıq ki, bu oxuyub anlama deyəndə bunun içərisində nə gedir? 8 sual leksikologiya, yəni sözlərlə bağlı olan testlər olur. 17 sual isə dil qaydaları, yəni qrammatik mövzularla bağlı olan testlər təşkil eləyir. Yəni bu o deməkdir ki, oxuyub anlama və dil qaydaları demək olar ki, bir-birinə bərabərdir. Demək olar ki, bərabərdir. Siz imtahana bir tərəfli çalışsaz əgər, uğur əldə etmək şansı çox az olur. Əlbəttə, bunu sizi motivasiyadan salmaq üçün demirəm. Əksinə, hələ ki 2 ay vaxtınız var. Əgər bir yönlü, tək tərəfli hazırlaşmısınızsa, digər tərəflərə də mütləq nəzər salmalı olduğunuzu bilin deyə deyirəm. Və baxırıq burada. Bu ümumi bizim çərçivə sənədi, yəni bir növ bizim əlimizdə olan sənəddir, hansı ki imtahana burada olan mövzular düşür. Baxırıq oxuyub anlama ilə bağlı. Oxuyub anlama, yəni reading deyəndə nə nəzərdə tutulacaq? Cümlə tamamlama, dialoq tamamlama və yaxud da paraqraf tamamlama. Bu suallar aid olur. Daha sonra cümlə, dialoq və yaxud da mətn qurmaq. Bu 2 ildir ki, imtahanda tətbiq olunur. İndi bununla bağlı sual nümunəsini sizə göstərəcəm. Əslində cümlə qurmağı abituriyent hazırlığı vaxtı hazırlaşarkən, imtahan verərkən istifadə eləmisiniz, görmüsünüz bu tip testi. Sözlərin yeri dəyişik verilir, siz onu düzəldib düzgün cümlə qurmalısınız. Eynisini dialoq və yaxud da mətn üzərində də miqdə bizdən tələb eləyirlər. Sonra cümləni parafraz etmək lazımdır. Cümlənin bu zaman mənasını saxlamaqla siz orada onun quruluşunu dəyişə bilirsiniz. Sözləri sinonimləri ilə əvəz eləyə bilirsiniz. Və yaxud da modal feildirsə, zərfliklər varsa mütləq onların hamısının mənası saxlanılmalıdır, ötürülməlidir. Zaman qorunmalıdır. Bu kimi məqamlara diqqət eləməklə siz cümləni formasını dəyişə bilərsiniz. Sonra bir kiçik paraqraflar düşür. Məsələn, hansı ki mətni sürətli gözdən keçirib spesifik məlumatı tapmaq tələb olunur və yaxud da həmin mətnlə bağlı hansısa bir sual verir. Bir neçə dənə bu tipdə test olur. Bir dənə də ən sonda və yaxud da ən əvvəldə böyük bir mətn verilir və burada artıq bizim sürətli şəkildə oxuyub anlamamız ölçülür. Bir mətnlə əlaqədar 3 dənə sual olur və o sualları da cavablandırmaq lazımdır. Sizə belə bir şey demək istəyirəm mən. İmtahana gedən zaman ola bilir ki, suallara başladınız, imtahan başladı və suallar açılan kimi çox böyük mətn gəlir gözümüzün qabağına. Çətin suallar ardıcıl şəkildə gəlir və bu bəzən müəllimləri, xüsusilə də ilk dəfə imtahanda iştirak edirsə, həyəcanlandıra bilir. Düşünürsünüz ki, elə imtahanın hamısı çətindir. Amma bu belə deyil. Gözünüz qorxmasın. Birincisi, əgər çox işləmisinizsə, oxuyub anlama testlərinin üzərində heç bir problem olmayacaq. İndi nümunələrə baxacaqsınız. Yox, əgər görürsünüz ki, bu sizi həyəcanlandırır,
yəni öhdəsindən gələ bilməyəcəyinizi düşünürsünüz. O zaman onları saxlayın. Keçin daha asan sualları həll eləməyə. Çünki zaten çətin sual da olsa, asan sual da olsa sizə eyni bal verir. Yəni suallar summativ qiymətləndirmədə falan kimi çətinlik səviyyəsinə görə qiymətləndirilmir. Asan suala da sizə 2 bal verilir, çətin suala da sizə 2 bal verilir. Ona görə də o maksimum balı toplaya bilməyiniz üçün ilk öncə asan suallardan başlayırsınız, işləyirsiniz. Amma bir şərtimiz var ki, arada saxladığınız sualların hamısının nömrəsini yazırsınız. Yanınızda vərəq olacaq, sonra gözünüzdən qaçmasın deyə. Orada qeyd edirsiniz və bildiyiniz bütün sualları cavablandırandan sonra keçirsiniz artıq sizə çətin gələn sualların üzərində düşünməyə. Və daha sonra gəldik burada nəyə? Leksikologiya ilə bağlı sinonim, antonim, frazoloji birləşmələrdir, idiomlardır, atalar sözləridir. Bunlarla bağlı suallar düşür. Yenə də nümunələr göstərəcəm bunların hamısı ilə bağlı sizə. Nitq hissələri isə görürsüz burada. Demək olar ki, bütün nitq hissələri isimdir, sifətdir, feil, əvəzlik, zərf, artikel hamısı düşür. Əlavə olaraq da məsələn abituriyentlərdə rast gəlmədiyimiz, niyə tez-tez abituriyentlərdən danışıram? Çünki siz universitet tələbəsisiniz. Hələ təzəcə abituriyent olub o mərhələni keçmisiniz. Ona görə sizə daha tanışdır. Ona görə bu yöndən danışıram. Və abituriyent vaxtı keçmədiyiniz mövzular, məsələn, ədatdır, modal sözlərdir, nidadır. Ondan sonra burada mürəkkəb cümlə ilə bağlı olan qaydalar var və inversiya qaydasıdır, reduction'dır, transformation'dır. Bunların hamısı sizə imtahanda düşə bilən mövzulardır. Nümunələrə yenə deyirəm, baxacağıq və davam edirik nəyə? Sizin son 2 ay vaxtınız var. Bu 2 ayı əgər indiyə kimi hazırlaşmısınızsa, necə davam eləməlisiniz? Və yaxud da hazırlaşmamısınızsa, yenə də burada hazırladığım, sizin üçün hazırladığım bu plan çox effektiv bir plandır. Əgər əməl eləsəz, disiplinli olsaz, sistemli işləsəz, çox da yaxşı nəticə əldə edə bilərsiniz. Yəni hələ də gec deyil. Bəziləriniz əgər düşünürsə ki, indiyə kimi hazırlaşmamışam, indi oturub hazırlaşmaq istəyirəm, inanın mənə, hələ də gec deyil. Hələ indi də başlayıb çox yaxşı nəticə əldə edə bilərsiniz. Amma bir şərtimiz var ki, düzgün çalışmaq lazımdır. Həm materialları düzgün seçmək lazımdır. Həm planı düzgün qurmaq lazımdır, həm də düzgün strategiya ilə oxumaq lazımdır və davamlı olmaq lazımdır. Bu çox önəmlidir. Yaxşı, bəs son 2 ayda biz bu proqramı necə quraq ki, yaxşı nəticəyə gedib çıxa bilək? Birincisi günlük sistemdir. Günlük sistem nə deməkdir? İndən sonra siz oturub bir-bir qrammatik qaydaları öyrənməyə çalışsaz, bu çatmayacaq 2 aya. Çünki sadəcə qrammatik qaydaların bir hissəsini öyrənmiş olacaqsınız. Oxuyub anlamadır, sınaqdır, reading, lüğətlərlə bağlı olan testlərdir. Onlar hamısı qalacaq. Ona görə nə edirik? Ən yaxşısı ümumi sınaqlar üzərindən gedirik. Hər gün ən az 2 dənə ümumi sınaq götürürsüz. Və bu ümumi sınaqlar asan da ola bilər, çətin də ola bilər, asandan çətinə də doğru gedə bilərsiniz. Hər gün 2 dənə sınaq götürdük. Əsas məsələ bu sınaqları düzgün işləyə bilməyimizdir. Yəni ki, siz sınağı necə işləməlisiniz? Gəlin əvvəlcə ondan danışın. Sınağı oxudunuz, daha doğrusu işlədiniz, səhvləriniz çıxdı. Sadəcə səhvimin izahına baxdım, keçdim deyə bir şey yoxdur. Necə inkişaf eləyə bilərsiniz? Sınağı işlədim, içərisindən hansı mövzu ilə bağlı səhvim varsa da, onu çıxardıran bir qeyd dəftərim olur. Biz buna səhv dəftəri deyirik. Bax, bu dəftəri götürürsünüz, hər zaman əlinizin altında olur və qeyd edirsiniz. Hansı mövzudan səhvim çıxdı? Sırayla isimdən səhvim çıxdı, feildən səhvim çıxdı, ismin yəlik halı daha konkret yazsaz daha yaxşı olar. Daha sonra növbəti sınağı işləyənə kimi mütləq həmin səhvlərinizin çıxdığı mövzuları gedirsiniz, araşdırırsınız, oxuyursunuz. Hansısa kitabdan oxuya bilərsiniz, YouTube-dan araşdırıb videolara baxa bilərsiniz. Əsas odur ki, əgər sizin isimlə bağlı səhviniz çıxıbsa, gedib o isim mövzusunu oxuyasınız, sonra növbəti sınağı işləyəsiniz. Bu zaman nə olacaq? Məsələn, isimlə yəlik halına bağlı bir dəfə səhvim çıxdı, getdim oxudum. İkinci sınağı işlədim, yenə səhvim çıxdı, yenə getdim oxudum. Lap tutaq ki, üçüncü dəfə səhvim çıxdı, yenə getdim oxudum. Əvvəl-axır bu səhv dayanacaq da, əvvəl-axır bir neçə dəfə oxuduqca siz bu mövzuda artıq səhv eləməyəcəksiniz və bu formada sizdə inkişaf gedəcək. Deməli, nə edirik? Sınağı işləyəndən sonra
səhv elədiyimiz mövzuları çıxardırıq və gedirik həmin mövzuları növbəti sınaq işləyənə kimi mütləq və mütləq ə, oxuyuruq. Daha sonra görəcəksiniz ki, artıq getdikcə sizin səhvləriniz azalır. Bundan əlavə olaraq hər gün mütəmadi olaraq oxuyub anlama testi işləmək lazımdır. Amma ki, bu oxuyub anlama testlərini hardan necə gəldi işləmirik. Oxuyub anlama testləri ilə bağlı olan test tiplərini ayırırsınız. Məsələn, birinci mətn üzərində iş, ikinci dialoq tamamlama, üçüncü paraqraf tamamlama olsun, situasiya tamamlama olsun, sonra nələr var idi? Cümlə tamamlama olsun, parafraz etmək olsun. Bunların hamısını yazdınız, siyahıladınız ki, bu mövzular üzrə testlər işləməliyəm. Və siz bölürsünüz. Birinci başlayırsınız mətn üzərində işdən. Çünki mətn üzərində işləyən zaman sizin həmçinin söz bazanız da artacaq. Onun içərisində bilmədiyiniz sözləri öyrənəcəksiniz və bu söz bazası, oxuyub anlama və s. bunları sizdə inkişaf eləyəcək. Plus da sürətli oxuma, scanning and skimming metodları var. O metodlar haqqında araşdırın və mətn işləyərkən mütləq onları tətbiq eləməyə çalışın. Yəni bəzi müəllimlər deyirlər ki, imtahanda mətnləri işləmək üçün, oxuyub anlama testlərini işləmək üçün yaxşı tərcümə qabiliyyəti lazımdır, çoxlu söz bazası lazımdır. Əlbəttə, razıyam, lazımdır. Amma birinci dərəcəli önəmli deyil. Birinci dərəcəli önəmli olan strukturu bilməkdir. Strukturu bilmək nə deməkdir? Onun haqqında da bir balaca danışım sizlə. Yəni ki, sizə mətn gələndə mətni tanımaq lazımdır. Birinci öz-özünüzə fikirləşirsiniz. Bu necə bir mətndir? Mən bunu necə işləyə bilərəm? Mətnin birinci cümləsini oxuyursunuz, ana fikri başa düşmək üçün. Bir də sonuncu cümləsini oxuyursunuz. Sonra dayandırırsınız oxumağı. Oxuyub tərcümə eləməyə çalışmırsınız. Gedirsiniz suala. Sualın şərtini çox gözəl başa düşmək lazımdır. Sizdən nə istədiyini bilmədən mətni oxuyanda vaxt itirmiş olacaqsınız. Çox vaxt itirmiş olacaqsınız. Ona görə də birinci növbədə nə edirik? Birinci növbədə sualın şərtini oxuyuruq. Oradan məndən nə istəyir? Mən bu sualı həll eləməyim üçün, bu sualın cavabını tapmaq üçün bu mətnin hansı hissəsinə baxmalıyam? Önəmli olan bunu özünüzdə inkişaf elətdirməkdir. Yəni elə sual var ki, baxırsınız sizdən ana fikri soruşur və yaxud da mətnə ad qoymağınızı istəyir. Və yaxud da müəllifin məqsədini istəyir. Bu tip testlər varsa da əgər, o deməkdir ki, siz mətnin birinci cümləsini, maksimum ikinci cümləsini diqqətlə oxuyacaqsınız. Çünki bu ümumiləşdirilmiş cümlə olur və mətn haqqında bizə ümumi giriş verir. Sonuncu cümləni oxuyacaqsınız və bir də mətni sürətli gözdən keçirəcəksiniz. Bir neçə abzas varsa, hər abzasın birinci cümləsini oxuyacaqsınız. Yəni, ümumilikdə bu mətndə söhbət nədən gedir? Daha durub onu detallı şəkildə sözbəsöz oxuyub tərcümə eləməyə ehtiyac yoxdur. Yox, əgər sizdən ə, reading for detail istəyirsə də, yəni hansısa sualı oxudunuz ki, məndən konkret bir məlumat istəyir. Spesifik, xüsusi bir məlumat istəyir. O zaman nə edirəm? Mətni gözdən keçirdirəm yenə sürətli şəkildə, hərf tərcümə eləmədən. Sadəcə sürətli gözdən keçirdirəm və mənim sualımın məndən tələb olunan o xüsusi məlumat mətnin hansı hissəsindədir, hansı abzasındadırsa, onu tapmağa çalışıram. Yəni, hansı tip sual gəlir gəlsin, sizə mətni başdan sona kimi bir-bir oxuyun, sözbəsöz tərcümə eləyin, hansısa sözü bilmədimsə, panikaya düşdüm, tərcümə eləyə bilmirəm, yaza bilməyəcəm deyə bir şey yoxdur. Bəzi mətnlər olur ki, onları ümumiyyətlə oxumağa ehtiyacımız olmur. Sualı düzgün başa düşəndən sonra, sizdən nə istədiyini biləndən sonra gedib mətndə konkret olaraq həmin hissəni tapırsınız və yazırsınız. Bir də ki, oxuyub anlama testlərində əsas məqam ondan ibarətdir ki, sualın içərisində verilən məlumat mətnin içərisində birbaşa verilmir. Mətnin içərisində sinonimləri ilə həmin fikir ötürülür. Sinonimlərini verməklə həmin fikir orada ötürülür. Buna da diqqət eləmək lazımdır. Sonra dedik ki, günlük sistem necə olmalıdır? Hə, qaydanı dedik, qrammatikanı necə oxuyacaqsınız? Oxuyub anlamanı necə oxuyacaqsınız? Əlavə olaraq, əlbəttə ki, vokabulary, yəni lüğət bazamızı genişləndirməliyik. Lüğət bazanın əsası nədən ibarətdir? Məktəb dərslikləri. Yeni məktəb dərslikləri və bir də bəzi, məsələn, 9-cu, 10-cu, 11-ci sinif köhnə məktəb dərslikləri. Bunlar çox önəmlidir. Əgər bunların üzərindən keçməmisinizsə, mütləq və mütləq bunların hamısı öyrənilməlidir. Xüsusilə də köhnə 9-cu sinif dərsliyinin içərisində olan idiomlar, atalar sözləri və s. Və bunları öyrənəndən sonra nə edirsiniz? Bunları öyrənəndən sonra artıq gedirsiniz, başlayırsınız atalar sözləri öyrənməyə, başlayırsınız idiomlar öyrənməyə.
phrasal verblər öyrənməyə, bir də ki, collocationları, sözləri öyrənərkən yeni söz öyrəndiniz. Bir açın, baxın, görün. Bu söz hansı birləşmələrin tərkibində istifadə olunur, necə istifadə olunur, hansı sözlərlə yanaşı istifadə olunur. Bunlara da diqqət etmək mütləq lazımdır. O zaman söz həm yaxşı yadınızda qalacaq, həm də ki, siz daha çox söz öyrənmiş olacaqsınız. Oxuyub anlamanız da daha çox inkişaf eləyəcək və s. Yəni bu 2 ay ərzində bizim ümumi planımız necə oldu? Hər gün ən az 2 dənə sınaq işləyirsiniz. Vaxtınız yoxsa lap bir dənə işləyin. Amma düzgün işləyin. Yəni o birisi sınağa keçməkdənsə bu sınağın içərisindən bilmədiyiniz hər bir şeyi gedin, öyrənin, təkrarlayın, sonra növbəti sınağa keçin. Bu zaman görəcəksiniz ki, sizdə necə sürətlə inkişaf gedir. Və gəldik burada biz nələri eləməliyik sual işləyərkən, nələri eləməməliyik. Buna diqqət etmək lazımdır. Bu arada yazmışsınız ki, burada mən izah elədikcə çalışacağım sizin suallarınızı da cavablandırım. Əgər izah elədiyim hissə ilə əlaqəlidirsə və bir də sonda da sizə vaxt verə bilərəm, əgər kiminsə sualı varsa versin. Yazmışsınız ki, phrasal verbləri, collocationları necə yadda saxlamaq olar? Çox qarışdırıram. Hər kəsin öyrənmə üsulu fərqlidir. Məsələn, söz öyrənərkən bunu da demiş olum. Çünki bir çox tələbələr, bir çox müəllimlər söz öyrənərkən çətinlik çəkir və necə öyrənirsiniz? Əgər sizin göz yaddaşınız yaxşıdırsa, o zaman mütləq hər axşam sabah öyrənəcəyiniz sözlərin siyahısını yazın. 20 sözdür, 30 sözdür, 60 sözdür, hər nədirsə axşamdan yazın ki, sabah bu sözləri öyrənəcəm. Və sabah səhər tezdən qoyursunuz onu cibinizə. Axşama kimi. Yol gedirsinizsə, ə, yolda, nə bilim, evdə iş görürsünüzsə evdə, yemək yeyirsiniz, nə iş görürsünüz fərqi yoxdur. 10 dəqiqədən, 15 dəqiqədən bir çıxardırsınız o kağızı, sadəcə oxuyursunuz. Öyrənmək məqsədi ilə yox, sadəcə oxuyursunuz. Və axşam görəcəksiniz ki, o sözlər sizdən asılı olmadan artıq yaddaşınızda qalıbdır. Hər dəfə də yeni söz öyrənəndə açıb bir dəfə əvvəlkiləri təkrarlasanız vəssalam, tamamdır. Yox, əgər dinləyib anlama sizdə daha yaxşı inkişaf eləyibsə, o zaman eyni şeyi səsli şəkildə. Yəni axşamdan səsinizi yazın, sözləri və tərcümələrini. Gün ərzində onu dinləyin. Bu formada sözlər öyrənilir və daha yaxşı yadda qalır. Readingləri və sınaqları hardan işləmək daha uyğundur? Bunun üçün xüsusi sizə deyə bilmərəm ki, bax məsələn bir dənə kitab var, gedin o kitabı işləyin və salam. Hər şey bu qədər sadə deyil. Çox təəssüf eləyirəm buna. Çünki ə, readingdir. Məsələn, sınaqlardır, bilmirəm, fərqli qruplar var, hazırlıq qrupları var, Telegram qrupları var. Onlardan istifadə edə bilərsiniz və yaxud da onlayn sınaqlar keçirilir, müəllimlər paylaşırlar. Mənim özümdə nə qədər sınaqlar var, onlardan istifadə edə bilərsiniz. Yəni, əgər özünüz hazırlaşırsınızsa, belə oradan buradan tapırıq, bacardığımız qədər çox nə edirik? Sınaqları işləyirik. Time testi imtahana uyğundurmu? Time testinin test toplusu deyil də sınaq toplusunu işləyin deyərəm sizə. Oradan çox şey öyrənmək olar. Yəni sınaq istəyirsinizsə, sınaq axtarırsınızsa, işləyə bilərsiniz onu. Reading testlərini isə internetdən hansı, məsələn, cümlə tamamlamadır. İngilis dilində yazırsınız ki, sentence completion və ardıca da YDS test falan yazanda PDF-lər çıxır. Onlardan istifadə eləyə bilərsiniz, işləyə bilərsiniz. Hər gəldik müəllimlər, nəyə fikrimizi çox yayındırmayaq. Yaxşı olar ki, sonda sual-cavab hissəsində suallarınızı cavablandırım, çünki belə çox yayınır. Nələri sualları eləyərkən nələri etməliyik və nələri etməməliyik, buna diqqət eləyəcəyik. Nələri eləməliyik? Birinci növbədə sualları diqqətlə oxumaq lazımdır müəllimlər. Necə diqqətlə oxumaq? Bax, bəzən asan bildiyimiz, çox asan bildiyimiz bir şeyi səhv eləyə bilirik. Niyə? Çünki şərti diqqətlə oxumamışıq. İmtahana gedəndə bunun üzərində xüsusi çalışın. Yəni, evdə bir dəfə oxuyursunuzsa, imtahanda özünüzə təlqin eləyin ki, hər sualın şərtini ən az 2 dəfə oxuyacağım. Cavabı tapandan sonra bir də şərtə baxacağım ki, görüm uyğun gəlir, yoxsa gəlmir. Mütləq keywordlərlə işləməyi özünüzü alışdırın. Həm oxuyub anlama testlərində, həm qrammatika testlərində açar sözləri hər zaman gözünüz axtarsın və tapın. Ana fikir, bu oxuyub anlama testlərində ana fikrə odaqlanırsınız. Yəni, ya da ki, məsələn, sual şərtidirsə, bu sualın kontekstində əsas fikir nədir? Sizdən nə istəyir? Birinci bunu başa düşmək lazımdır.
Ondan sonra artıq nə etmək lazımdır? Cavablandırmaq lazımdır. Dəqiq yanlış olan variantları ələyərək vaxtınıza qənaət eləyərsiniz və bir də ki, bax bu hissə müəllimlər MİQ imtahanının ən belə deyək də bəlalı hissəsidir. Çünki testlərdə, xüsusilə də oxuyub anlama testlərində, reading testlərində ən az 2 dənə cavab olur ki, yəni 3 variant asanlıqla ələnir. Bircə dəqiqə üzr istəyirəm. Aha, üzrlü hesab eləyin, davam eləyək. Hə, harda qalmışdıq? Ən çətin məqamlardan biri ondan ibarətdir ki, müəllimlər, 3 cavabı rahatlıqla çıxa bilirsiniz variantlarda, amma 2 cavab çox uyğun olur. Hətta deyərdim ki, fərqli-fərqli situasiyalarda ikisini də doğru cavab olaraq götürə bilərsiniz. Yaxşı, bəs necə seçəcəyik? Çox ümumi baxmaq lazımdır məsələyə. Yəni, hansı variant daha ümumi əhatə eləyirsə də, o cavabı götürməlisiniz. Və bir də əlbəttə ki, vaxtınızı düzgün idarə etməlisiniz. Çünki imtahanda əslində məncə vaxt problemi mən heç vaxtı özüm yaşamamışam. Amma müəllimlərimdən də bunu öyrədirəm və demək olar ki, onlarda da belə bir problem olmur, tək-tük olur. Necə eləyirsiniz müəllimlər? İmtahanda çox asan suallar da olur. Heç bir neçə saniyə vaxtınızı almıyor o dərəcə. Və çox çətin suallar da olur. Həqiqətən çox çətin suallar da olur. O zaman nə edirsiniz? Asan suallarda vaxt itirmirsiniz. Və dediyim kimi birinci növbədə asan sualları qabağa salırsınız ki, maksimum oradan götürə biləcəyiniz balı götürəsiniz. Daha sonra gedirsiniz digər sualların üzərində fikirləşməyə başlayırsınız. Və çünki birinci çətin sualı qabağa salıb onun üzərində çox vaxt itirəndə bildiyiniz bir neçə asan sual da vaxtınız çatmaya bilər. Ona görə buna diqqət edin. Amma vaxtın sizi həyəcanlandırmağına imkan verməyin. Ə, Çalışın evdə saat hər zaman yanınızda olsun. Hətta saniyə ölçənlə belə siz test işləməyi öyrənməlisiniz. Çünki orada gözünüzün qabağında gedir vaxt və bu sizi həyəcanlandıra bilir. Və nələri etməməliyik? Sürətli oxumamalısınız. Əlbəttə, sürətli oxumaq lazımdır. Burada onu nəzərdə tutmamışam. Yəni ki, diqqətli oxumalısınız mənasında. Və ə, düşünmədən bir fikir yürütməyə çalışmayın. Xüsusilə də bura nida işarəsi qoyacağım. Bu reading testlərində üçün keçərlidir. Söhbət nədən gedir? Bəzən müəllimlər bir mətn verilibdir və bizə bir onunla bağlı sual verilibdir. Baxırsınız ki, sualın variantı düzgündür. Məsələn, deyir ki, mətnə uyğun olaraq düzgün cavabı seç. Mətnimiz ətraf mühitlə bağlıdır. Və variantda deyir ki, ətraf mühiti qorumalıyıq. Müəllimlər də seçir ki, hə, ətraf mühiti qorumalıyıq. Bir fikir ola bilər ki, doğrudur. Bu o demək deyil ki, o fikir mətnin içərisində var. Sizə doğru olan fikri yox, mətnə görə, mətndə verildiyinə görə doğru fikri seçməlisiniz. Ola bilər ki, mətndə deyilib ki, yəni bu mətni, nə bilim, xüsusi hazırlanıbdır və mətnin içərisində deyir ki, siz təbiəti qorumamalısınız. Aydındır nə demək istəyirəm? Yəni ki, sizdən soruşulan sizə görə, sizin fikrinizə görə, sizin məntiqinizə görə doğru olan cavab deyil. Sizdən soruşulan mətnə görə doğru olandır. Mətndə nə verilibsə o, ondan əlavə bir şey əlavə eləyə bilmirsiniz. Buna diqqət eləyin. Sonra, hə, bir də bu hissəyə nida qoyacağam. Bu nədir? Cavab dəyişdirməyin. Cavab dəyişdirmək necə olur? Müəllimlər işləyirlər. Axırda vaxtları qalır. Qayıdıb bir də başdan suallara baxanda başlayırlar variantları dəyişməyə. Bunu qətiyyən eləməyin. Bir halda cavab dəyişə bilərsiniz. Yeganə bir halda. Testi işlədiniz, keçdiniz. Birdən qəfildən həmin testin həqiqətən qaydası yadınıza düşdü ki, mən burada dəqiq səhv eləmişəm 100%. O zaman əlbəttə qayıdırsınız, düzəliş eləyirsiniz. Yox, əgər sadəcə o olar, yoxsa bu olar, elə bil buydu, yox, yox, ya bəlkə də o birisidir deyib cavab dəyişirsinizsə, bunu qətiyyən eləməyin. Çünki şuuraltımız elədir ki, biz o məlumatı əvvəllər hardasa oxumuşuqsa da, testi görən kimi ilk ağlımıza gələn variant düzgün cavab olur. Yəni yenə deyirəm, biri var ki, konkret olaraq qaydanı bilirəm. Əminəm ki, düzgün cavab budur. Biri də var ki, əvvəllər öyrənmişəm, amma hal-hazırda xatırlaya bilmirəm, unutmuşam. O zaman ilk ağlımıza gələn doğru cavabdır.
Sonradan yazdığınız cavabı bu halda dəyişməyin. Dəqiq bilmirsinizsə cavab dəyişməyin. Buna diqqət edin. Və bir də ki, instructionları diqqətli oxuyuruq. Vaxt limitinə, yəni testlərə başlamazdan öncə vaxt limitidir. Ondan sonra orada nələrə eləmək olar imtahanda, nələri eləmək olmaz. Bütün bu məlumatları orada hansı ki, təlimatçı sizə məlumat verəcək, onlara mütləq diqqət etməlisiniz. Və gəldik, hə, əsas məsələ. Bura qədər ümid edirəm ki, hər şey aydın oldu. Yenə də sonda suallarınızı cavablandıracağam. İndi istəyirəm ki, sizlə indiyə kimi imtahana düşən suallara baxaq. Bu suallar əlbəttə ki, seçərkən çox çətinlik çəkdim. Çünki müəllimlər, sual o qədər çoxdur ki, yəni hər il 40 dənə sual var da fərqli illərdə və bizim vaxtımız çox limitlidir. Ona görə də sizin üçün öyrədici ola bilən, sizə maraqlı gələ bilən sualları seçdim ki, onlara baxaq. Birinci sualı görürsüz. Ə, bilmirəm, mən izah edib keçə də bilərəm və yaxud da istəyirəm ki, siz də iştirak eləyəsiniz ki, maraqlı gəlsin. Fikirləriniz önəmlidir. İstəyirsinizsə biraz cavablar yazın bu testlə bağlı və mən izah eləyim keçək. Variantlara baxın. Amma ilk öncə müəllimlər oxuyuram bu arada cavablarınızı. Amma ilk öncə mütləq şərti düzgün oxuyun. Qaydanı yadınıza salın. Nəyə diqqət eləməliydiniz, onu yadınıza salın, ondan sonra cavab yazın. Fərqli cavablar gəlir. Fərqli cavablar gələndə də maraqlı olur. Rekordu YouTube-a qoyacağamı bilmirəm. Qoyacağam yoxsa qoymayacağam. Bununla bağlı danışmalıyam. Hı hı. Siz cavablarınızı yazın. Mən yavaş-yavaş qayda üzərində danışım. Bizdən reduce clause, yəni reduction olunmuş, yəni qısaldılmış cümləni, düzgün qısaldılmış cümləni ə, seçəcəyik. Hansılar düzgündür və nəticədə bir dənəsi yanlışdır ki, cavab həmin variant olacaq. Ümumiyyətlə müəllimlər, bu tipdə test gəldisə də, siz yadınıza salmalısınız ki, cümlələri qısaldarkən bunu da deyim, bir məsləhət kimi istəyirsiniz düşünün, ya necə düşünürsünüzsə, mütləq şəkildə imtahana getməzdən öncə oxumalı olduğunuz mövzuların içərisində birinci bağlayıcı, ikinci mürəkkəb cümlələr, üçüncü mürəkkəb cümlələrlə bağlı inversiyadır, ondan sonra reduction'dır, transformation'dır. Bunlara diqqət edəcəksiniz. Bunlar hamısı bir-birindən əlaqəlidir. Ən əvvəli isə başlayır bağlayıcıda. Bağlayıcını bilmirsinizsə, mürəkkəb cümləni bilmirsiniz. Mürəkkəb cümləni bilmirsinizsə, reduction, transformation bilmirsiniz və beləliklə 4-5 sualınız getmiş olur. Ona görə də başlayırsınız bağlayıcıdan başlayıb öyrənməyə. Gəldik. Bizim reduction qaydasında ən vacib vurğuladığımız bir dənə məqam var. Bizə mürəkkəb cümlə verilir və biz mürəkkəb cümləni ixtisar eləyə bilməyimiz üçün mütləq o cümləni, həmin cümlənin baş və budaq cümlələrinin mübtədası eyni olmalıdır. Əgər mübtədalar fərqlidirsə, siz orada qətiyyən ixtisar eləyə bilməzsiniz müəllimlər. Təkrar deyirəm. Bir cümləni ixtisar eləyə bilməyimiz üçün baş və budaq cümlənin mübtədası eyni şəxs olmalıdır. Əgər fərqlidirsə, ixtisar gedə bilməz. O zaman mən nə edəcəm? Hansı düzgün ixtisar olunub ya da olunmayıb deyəndə mübtədalara baxacağam. Baxın, nə demək istəyirəm? Bu cümlə düzgün ixtisar olunub yoxsa yox? Bunu bilmək üçün burada olan mübtədanı gətirirəm birinci hissədə mübtəda olaraq fikirləşirəm. Deyirəm görüm, mübtədalar eyni mi olubdu? Çünki mübtədalar fərqli olsa, demək ki, bu yanlışdır. Düzgün ixtisar getməyibdir. Orada ixtisar getməməlidir. Deyirəm ki, o
tükənmiş, yorğun hiss elədiyinə görə o erkən getdi yatmağa. Yəni feel hiss eləyəndə odur. Odur. Yatmağa gedən də odur. Yəni burada mübtədalar eyni olubdu və ixtisar gedibdi. Ona görə bu doğrudur. Burada bir problem yoxdur. Sonra ikinci cümlədə he-ni gətirirəm, əvvəldə düşünürəm. Deyirəm ki, o ə, looking nervous, yəni həyəcanlı görünürdü və otağa daxil oldu. Yəni ki, ə, həyəcanlı görünən də odur. Otağa daxil olan da odur. İkinci tərəfin mübtədasını birinci tərəfdə mübtəda olaraq düşünə bilirik, təsəvvür eləyə bilirik. Demək ki, bu da doğrudur. Üçüncü cümlədə she-ni gətirirəm əvvələ. Deyirəm ki, pəncərədən çölə baxırdı. Kim? O. Pəncərədən çölə baxaraq öz masasında əyləşdi. Kim baxırdı pəncərədən çölə? O. Kimə əyləşdi? O. Yəni mübtədalar eyni olub ixtisar gedib. Demək ki, bu da doğrudur. Sonra they enjoyed dinner laughing. Gülərək. Kim gülürdü? Onlar gülürdülər. Onlar vaxtlarını yaxşı keçirdilər. Mübtədalar eyni olub ixtisar gedib. Demək ki, bu da doğrudur. Sonuncu cümləyə baxıram. Mübtəda ofis sözüdür. Gətirirəm ofisi bura. Deyirəm ki, ofis proyekti bitirəndən sonra ofis təmizləndi. Ola bilər. Proyekti ofis bitirə bilər? Yox. Kimsə, məsələn, she. O proyekti bitirəndən sonra ofis təmizləndi. Düzdürmü? Görürsüz ki, ofis ikinci tərəfin mübtədası, birinci tərəfin mübtəda olaraq düşünə bilmirik. Demək ki, burada mübtədalar fərqli olubdur. Və mübtədalar fərqli olub, amma ixtisar gedib. Bu yanlışdır. Demək ki, bizim yanlış olan cavabımız, yanlış ixtisar edilmiş cümləmiz E variantındadır. Önəmli qaydalardan biridir. Buna diqqət etmək lazımdır. Sonra gəldi transformation mövzusu. Siz əvvəlcə fikrinizi yazın, sonra mən izah eləyim. Öncə qaydanı yadımıza salırıq, nələrə diqqət eləməliyik? Aha, düşünün, baxın. Hı hı. Bu tipdə suallar çox çətin görünsə də, əslində qaydanı biləndən sonra çox asandır. İstənilən cümləni düzgün transformation eləyə biləcəksiniz. Transformation nədir? Adından məlum olduğu kimi çevrilmə deməkdir. Ötürülmə, çevrilmə. Yəni ki, sizə siz bu zaman cümlələri düzgün bilməlisiniz. Simple sentence nədir? Gəlin əvvəlcə ona baxaq. Sadə cümlə deməkdir. Yəni bir mübtədası var, bir xəbəri var. Məsələn, bax bu cümlələr, bu verilən cümlələrin hər biri ayrı-ayrılıqda sadə cümlədir. Çünki yalnız bir mübtəda, bir xəbərləri var. Composite sentence nədir? Bu ümumi mürəkkəb cümlənin adıdır. Bax bu composite sentencelər özləri üç yerə bölünür. Biri var, yazın bura, compound sentence. Biri var, complex. Biri de var, compound complex. Bunların fərqi nədir? Compound sentence tabesiz mürəkkəb cümlədir. Yəni ki, iki dənə cümlə var, amma həmin cümlələr bir-birinə fanboys, yeri gəlmişkən bunu da deyim, bağlayıcılarından biri ilə bağlanır. Fanboys nədir? For, and, nor, so,
Ə, Burada s-nın birini artıq yazmışam. For, and, nor, but, or, yet və so bağlayıcılarıdır. Bu bağlayıcıların birindən bağlanan cümlələr compound sentencelər, yəni tabesiz mürəkkəb cümlələrdir. Bunların tərəfləri bir-birindən asılı olmur və yaxud da nöqtəli vergüllə ayrıla bilər bu tip cümlələr. İkincisi kompleks sentencelərdir, tabeli mürəkkəb cümlələrdir. Tabeli mürəkkəb cümlələr nədir? Qısaca bunu da deyim. Yəni ki, burada ən az iki dənə cümlə olur, amma cümlələrdən biri baş cümlə olur, o birisi isə budaq cümlə, yəni asılı cümlə olur. Asılı cümlələr baş cümləyə bağlayıcılar vasitəsilə bağlanırlar və cümlənin fərqli cümlə üzvü yerində istifadə oluna bilirlər. Bu nə deməkdir? Bax, məsələn, cümlənin mübtədası yoxdur, mübtədanın yerində cümlə var. Olur mübtəda budaq cümləsi. Cümlənin xəbəri yoxdur, xəbərin yerində cümlə dayanıbdır. Olur xəbər budaq cümləsi. Və yaxud da deyirəm ki, mən bilmək istəyirəm. Sual verirəm. Nəyi? Onun məni necə sevdiyini və yaxud da o məni sevirmi, sevmirmi? Bunu bilmək istəyirəm. Nəyi sualını verib, əgər orada cümlə alıramsa, tamamlıq yoxdur, yerində cümlə varsa, bu tamamlıq budaq cümləsidir. Və yaxud da zərflik budaq cümlələri. Zərflik budaq cümləsi, məsələn, nə vaxt sualını verirəm, görürəm zaman zərfliyi yoxdur, yerində budaq cümlə var. Hara sualını verirəm, görürəm yer zərfliyi yoxdur, yerində budaq cümlə var. Nə məqsədlə sualını verirəm, görürəm ki, yəni məqsəd zərfliyi yoxdur, budaq cümlə var. Yəni complex sentence o deməkdir ki, budaq cümlə cümlədə hansısa bir üzvün yerində işlənibdir və asılıdır. Tabeli mürəkkəb cümlələr deyirik biz buna. Compound kompleksdə isə necə olur? İki dənə əsas cümlə olur, fən boyuzla bağlanmış, bir dənə də asılı cümlə olur. Bu, yəni tərkibində ikisi də ola bilər. Yəni composite deyəndə bunların üçü də nəzərdə tutulur. Hər hansı biri ola bilər. Amma sadəcə soruşsaydı ki, compound-a çevir, o zaman nə edəcəydiniz? Sırf bu bağlayıcılarla bağlanmış cümlə seçməliydiniz. Kompleks soruşsa artıq məhz tabellik bağlayıcılarından, yəni baş cümlə, budaq cümlə olan bir cümlə seçməliydiniz və s. İndi gəldik bu sadə cümlələri birləşdirib mürəkkəb cümlə. Yəni mən seçəcəyim variantda ən az iki mübtəda, iki xəbər olmalıdır. Sadəcə buna diqqət etmək lazımdır. O zaman mən nə edirəm? Sadə cümlələrin mübtədalarını, xəbərlərini əvvəlcə müəyyənləşdirirəm ki, sonra gedim, daha doğrusu ən çox da xəbərlərini, sonra gedim variantlarda baxım ki, onlar tam xəbər olaraq verilibdir, yoxsa ixtisar gedib participle formasında mı verilibdir? Bax, mütləq ona diqqət eləmək lazımdır müəllimlər. Bircə saniyə gözləyin. Aha, gəldik bura. Bax, məsələn, görürəm birinci cümlənin mübtədası advanced-dir. Yəni, qloballaşma inkişaf eləyir, deyir. Bax, bu xəbərdir. Düzdür. İkinci cümlənin mübtədası people-dır. People from various cultures and backgrounds. Xəbəri find-dır. İkinci feilimi tapıram. Üçüncü cümlədə this, bax, xəbər buradadır. Dördüncü cümlədə də is to enhance, bu da mənim xəbərimdir. Yəni, bu xəbərlərə diqqət eləyərəkdən mən variantlara baxacağım ki, görüm bu feillər burada da tam xəbər olaraq verilibdirmi, yoxsa ixtisar mı gedibdir? Görürəm, burada because of verilibdir. Bir dənə find feilini tapdım. Mübtəda people, xəbər find. Baxıram, görüm ikinci bir cümlə varmı burada? Yoxdur. Və burada görürsünüz, ofdan sonra bayaq burada xəbər olaraq verilən hissə burada ing formasında verilib. Burada görürsünüz, ing formasında verilib. Yəni, ixtisarlar gedibdir. Tam ikinci bir mübtəda xəbərim yoxdur. Bircə nədəndir mübtəda xəbər? Demək ki, bunu götürə bilmərəm. B variantına baxıram. People finding, bu xəbər deyil, bu ixtisardır. Sonra bircə dəqiqə from cultures backgrounds themselves more connected through globalization advancement enhance. Bu da xəbər. Yenə bir mübtəda, bir xəbər. Başqa xəbərim yoxdur burada. Sonra gəldim burada. Since görə deməkdir. Burada söz birləşməsi olaraq gəlib. Bir dənə mübtəda var, bir dənə xəbər var, find. Sonra gəlirəm, görürəm, burada bir dənə də which var, mübtəda, bir dənə də xəbər var. Tapdım. İki mübtəda, iki xəbər varsa, deməli mənim mürəkkəb cümləm elə C variantındadır.
Digər variantlara baxsaz, bax görəcəksiniz, burada da ing verilibdir. Burada find xəbər olaraq verilibdir. Amma görürsüz, digərləri ya participle'a çevrilib, ya ismi forması verilibdir. Görürsüz, heç biri nə deyil, xəbər deyil, tam xəbər deyil. Bircə dənə bu C variantındadır. 2 mübtəda, 2 xəbər. Və E variantında da diqqətlə baxsaz, yenə də həmçinin, bax burada görürsüz, by enhancing verilib, çevrilibdir. Understanding verilibdir. Ondan sonra, yəni tam xəbər, ikinci bir xəbərimiz yoxdur. Bircə dənə C variantındadır. Ona görə də cavabımız elə C variantı olur. Çünki mürəkkəb cümlə C variantındadır. Sonra gəldi mübtəda xəbər uzlaşması. Bu yəqin ki, sizə daha asan gələcək. Mübtəda xəbər uzlaşması hər il imtahana düşən mövzulardan biridir. İsmin yəlik halıdır, mübtəda xəbər uzlaşmasıdır, inversiyadır, mürəkkəb cümlənin növləridir. Ağlıma gəldikcə deyəcəm, hər il mütləq imtahana düşür. Mhm. Əla. Baxırıq mübtəda xəbər uzlaşması doğru olan, şərti çox diqqətlə oxumaq lazımdır, doğru olan variantı istəyir. Mübtəda xəbər uzlaşması ilə bağlı ümumi qaydaları öyrənəndə, yəni daha tez, daha düzgün cavab tapmaq olur. Bir qaydaları deyəcəm. Ümumiyyətlə if və everydən sonra and-lə bağlanmış bir neçə dənə isim gəlsə belə xəbər təkdə olur. Normalda and-lə bağlanmış iki isim varsa xəbər cəmdə olmalıdır. Hətta bunlar sayılmayan isim olsalar belə. Amma each və everydən sonra bir neçə dənə isim and-lə bağlansa belə yenə də xəbər təkdə olur. Ona görə bu doğrudur. İkincidə, sözünü varsa da sözünüdən əvvəlki isimlə uzlaşacaq xəbər və yaxud da ki, ə, as well as, together with və s. Bu kimi söz önlü birləşmələr çıxırıq. Birinci mübtədəyə baxmalıyıq. Təkdədir, xəbər burada is olmalıydı, yanlışdır. Üçüncü cümlə imtahana başqa vaxtda da düşübdür bu tipdə cümlə, diqqətli olun. Normalda the number of-dan sonra cəm isim gəlir, amma xəbəri təkdə alır. Yəni burada are deyil, nə olmalıydı? Is olmalıydı. Amma ki, nisbə əvəzlikdən sonra gələn xəbər ondan əvvəl gələn isimlə uzlaşır. Yəni have burada employees sözü ilə uzlaşır. Have-in burada işlənməsi doğrudur. Amma cümlənin əsas xəbəri the number of-a görə təkdə olmalıydı. Bu yanlış. Dördüncü də maraqlı bir qaydadır. Bir çox müəllimlər bu qaydanı inkar eləsələr də, işlənməməlidir, doğru deyil desələr də, fakt odur ki, imtahana düşür. Ona görə belə də öyrənirik. Peşə bildirən sözlər. Baxın ha, istənilən isim demirəm. Çünki normalda and-lə bağlanan iki isimdə artikel birincidə saxlanılır, ikincidə ixtisar olunur. Məsələn, mənim evimdə bir, nə bilim, stol, bir dənə də divan var deyirəmsə də, o zaman artikel birincidə a table and təzdən bir də a chair, a sofa demirik. İkincidə artikel ixtisar olunur. Amma ki, əgər peşə bildirən sözlərdən söhbət gedirsə, burada biraz fərqli məqam var. Əgər artikel yalnız birincidə yazılıbsa, the doctor and writer, o deməkdir ki, burada bir nəfər var cəmi. Həmin adam həm həkimdir, həm yazıcıdır. Deyirik, məsələn, yazıcı rəssam, nə bilim, şair, bəstəkar. Yəni, həmin adam həm şairdir, həm bəstəkardır. O zaman bir dənə artikel yazıram. Yox, əgər o zaman nə olur? Xəbər də təkdə olur. Yəni, bu doğrudur. Yox, əgər burada iki dənə ayrı-ayrı artikel yazılsaydı, the doctor and the writer. O zaman o deməkdir ki, iki nəfər var. Bir dənə həkim var, bir dənə yazıcı var. Xəbər o zaman cəmdə olmalıydı. Buna da diqqət edirsiniz. Deməli, cavabımız oldu 1-4B variantı. 5-də isə əlbəttə of-dan əvvələ baxırıq. Knowledge təkdə, xəbərdə nə olmalıydı? Təkdə olmalıydı. Davam edirik. Bu da
maraqlı, düşündürücü. Və məsələn, bu bir neçə dənə test var ki, bunları məhz seçmişəm ki, imtahana asan olsa belə necə diqqət tələb edən testlər düşür. Necə məntiq tələb edən testlər düşür. İndi biraz sizə vaxt verirəm, fikirləşin. Bir dəqiqə, ikinci suallara daha asan olur deyilir. İyundan nağd məzuniyyətindən qayıdanlar üçün daha çətin olacaq. Yox, narahat olmayın. Çünki elə Azərbaycanın digər bölgələrində də əvvəlki illərdə keçirilən sertifikasiya imtahan sualları ilə eyni səviyyədə idi. Sizdə də ilk dəfə iştirak edəcəksiniz, eyni səviyyədə olacaq. Bilirsiniz nə zaman daha çətin olacaq? Məsələn, bir dəfə sertifikasiyadan keçən müəllim, Naxçıvan müəllimləri demirəm də, normal hər kəs. Məsələn, siz analıq məzuniyyətindən qayıtdınız, bir dəfə imtahanda iştirak elədiniz. 3 il, 5 il sonra ikinci dəfəni iştirak eləyəndə, hə, onda nisbətən artıq çətin olacaq. Yazın cavabları. Elə testlərdir ki, bir testin içərisində 5 dənə, 6 dənə qayda soruşulur sizdən. Əlbəttə, kim daha yaxşı öyrənibsə, düzgün cavabı da tapırlar. Sualla tanış oldunuz, oxudunuz, S və D variantları yazdınız. Gəlin baxaq. Nə edirəm mən? İmtahana getmişəm, sual gəlib düşüb mənə. Birinci növbədə görürəm burada apostrof S var. Hələ bir bunu müəyyənləşdirməliyəm ki, apostrof S nə ola bilər? Nə ola bilər müəllimlər apostrof S? Gəlin yazaq. İzin qısaldılmış ola bilər. Düzdür? İlk ağlımıza gələn. Sonra nə ola bilər? Bir dəqiqə mən burada dəyişiklik eləyə bilmirəm, çox təəssüf ki. Aha. Dedi ki, izin qısaldılmışı ola bilər. Çox üzr istəyirəm, gəldik başa qayıdım bircə saniyə. Hə. Sonra həzin qısaldılmış variantı ola bilər. Sonra apostrof S, possessive, yəni yəliyin özü ola bilər. Düzdür? Başqa nə yazmısınız baxım. Was olmaz, yox, bəli. Apostrof S, was-ın qısaldılmış forması ola bilməz. Bunu yadda saxladıq. İndi gəldik variantlara baxıram. Variantlarda görürəm ki, tag question verilibdir. Yəni ikinci tərəfdə hasn't he, wasn't he, has he verilibdir bəzi cümlələrdə. Bu nə deməkdir? Bu o deməkdir ki, burada hasn't he verilibsə, deməli əvvəldə has olmalıdır ki, mən hasn't he deyim. Düzdür? Wasn't he verilibsə, deməli əvvəldə was olmalıdır. Amma mən dedim ki, apostrof S was-ın qısaldılmışı ola bilməz. Düzdür? Ona görə başa düşürəm ki, ikinci cümlə səhvdir, avtomatik səhvdir. Çünki apostrof S wasn't ola bilməz. Ondan sonra nə edəcəm? Baxıram birinci cümləyə. Görürəm burada noun gəlibdir. Noun nədir? Feilin üçüncü formasıdır. Feilin üçüncü forması olması o deməkdir ki, burada da has verilibdir. Has verilibsə, deməli bu hasdir. Has noun. Amma has noun quruluşunda o bilir deməkdir. Amma burada bilmək deyil. Burada deyir ki, filmlərinə görə neyinir? Tanınır. Tanınmaq deyəndə be noun olur da. Məsələn, he is known for his works. Əsərləri ilə məşhurdur bu mənada.
Yəni burada has götürsəm, hasn't-a görə has götürsəm, burada da noun varsa, burada mütləq been olmalıdır ki, mən bu stative passive formasını alım. Has been known for his films. Filmləri ilə məşhurdur, tanınır. Çünki bu feilin özü be noun formasında işlənir. Be known for something. Nəyəsə görə məşhur olmaq. Has-i bura qoysam been olmur. Ona görə demək ki, bu da yanlışdır. Üçüncü cümləyə baxıram. Got to. Is got to olmur. Amma has got to olur. Has got to'nu modal feilin içərisində keçirik. Nəyə bərabərdir? Has to'ya bərabərdir. Have got to yazın bura. Bərabərdir. Have got to bərabərdir. Elə have to'ya. Eynidir mənaca. Məcburiyyət bildirir. Bu da işlənə bilir, bu da işlənə bilir. Fərqi, yeganə fərq quruluşdadır. Have to'nun sualı inkarı do ilə düzəlir. Köməkçi feillə düzəlir. Have got to da özü düzəldir. Haven't got, have you got məsələn bu formada olur. Amma mənaca heç bir fərqləri yoxdur. Yəni mən burada he has got to see your dancing deyə bilərəm. Yəni ki, o sənin bu axşam səhnədəki rəqsini, oxumağını görməlidir mənasında istifadə edə bilirəm və doğrudur. Dördüncüdə normalda bura has yazılıbdır. Has yazılıbsa, deməli burada has var. Yerinə qoyuram, görüm düzgündürmü? Has not been let. Müəllimlər o dəqiqə fikirləşirlər ki, let axı məchul növdə olmaz. Qayda keçdikdə dedi ki, let məchul növdə olmaz. Yəni normalda icazə verilir deyəndə to be üstəgəl let işlənməz. Amma biz orada qeyd eləmişdik ki, let icazə vermək mənasında məchulda işlənmir. Amma let in, let out və sair kimi phrasal verblərin tərkibində olanda məchulda işlənə bilir. Çünki burada artıq let deyil, let in özü bir phrasal verbdir. Və məchulda da işlənə bilir. Demək ki, bu da doğrudur. Beşincidə isə yenə də been varsa başa düşürəm ki, apostrof isə has kimi götürüblər burada. Has been given, yəni məchuldur. Amma məchul deyil axı, işi görən buradadır. He, o verib. Kimə verib? Uşaqlara verib. Nəyi verib? Şokoladı verib. Məlumdur. Mübtəda yerində, tamamlıq yerində. Burada niyə been olsun ki? Əgər been olmasaydı düzgün olardı. Has given veribdi. Amma been olduğuna görə bu da yanlışdır. Deməli mənim cavabım 3, 4 nə olacaq? C variantı olacaq. Bir dənə testin içərisində sizdən tag question da soruşdu, məchul növdə soruşdu, let qaydasını da soruşdu, özündən sonra iki tamamlıq alan feilləri də soruşdu, modal feillərlə bağlı have got to-nu da soruşdu. Yəni bir testin öhdəsindən gəlmək üçün bir neçə dənə qaydanı bilmək gərəkdir. Növbəti testə baxaq. Yazın cavabları. Birazca sizi tələsdirmiş kimi görünə bilirəm, amma istəyirəm ki, daha çox testə baxaq. Bildiyiniz yerdən başlayın müəllimlər. Əgər sizə həm bare infinitiv, həm də ing-li variantlar verilibsə, birinci bunu müəyyənləşdirin ki, mən burada ing götürməliyəm, yoxsa bare infinitiv götürməliyəm. Təşəkkür edirəm Aynur xanım. Digər müəllimlər iştirak edin. Çəkinmədən cavablarınızı yazın. Mənə maraqlıdır necə düşünməyiniz, hansı yöndən baxırsınız testlərə və s. Baxıram ki, burada have var, having var. Düzdür? Yəni mən bura ya bare infinitiv, ya da ki ing götürməliyəm. Nə edirəm? Nə tələb olunur? Be opposite to.
Buradakı to nədir? Söz önüdür. Söz önü özündən sonra nə alır? Əlbəttə ki, gerund alır. Deməli, mənə ing lazımdır. İlk çıxacağım variant 1 və 5-dir. O deməkdir ki, 1 və 5 olan bütün variantlarımı zaten ələyirəm. Bu mənə kömək elədi. Daha sonra gəlirəm, baxıram artıq get var, have var, make var. Hansı qaydadır? Kausativ qaydasıdır. Kausativ qaydasında biz nə deyirdik? Deyirdik ki, bu arada cümləyə diqqətlə baxmalıyam. Ha, kausativ qaydası məlumdur yoxsa məchuldur? Aktiv kausativ yoxsa pasiv kausativ? Görürəm ki, işi görən buradadır. İşi görən burada. Bircə dəqiqə. I was not opposite to get the team work. Aha. Yəni canlı tamamlığımız buradadır. Nə edəcəm? Nə götürəcəm? Get somebody qaydanı yadıma salıram. Work olmaz. Qaydada deyirdi ki, get somebody to work olmalıdır. Ona görə bu yanlışdır. Get somebody to work doğrudur. Amma have somebody gələndə sadəcə bare infinitive gəlir, tool infinitive gəlmir. Bu da doğrudur. Make somebody yenə də bare infinitive gəlir, tool infinitive gəlmir. Bu da doğrudur. O deməkdir ki, mənim cavabım nə oldu? 3 oldu, 4 oldu və 6 oldu. Cavabım A variantıdır. Davam edirik. Hə, gəldik biraz da oxuyub anlamadı, lüğətdir, bu tip testlərə baxaq, görək bunlarda necəsiz. Yəni qrammatik qaydalar təxmin elədiniz də hansı formatda düşür. Əlbəttə ki, bunlardan daha asan düşənləri də var. Bunlardan biraz düşündürücü olanları da var. Amma ümumi bir format məncə artıq gözünüzün qabağında canlandı ki, necə bir format olur? Necə diqqət tələb edən testlər olur, asan olsa belə. Bu arada bu təlimdə iştirak edən müəllimlərdən əgər kiminsə atalar sözləridir, idiomlardır, dərsliklərin tərcümələridir, sözlər öyrənmək üçün söhbət kimdən gedir? Bu təlimdə iştirak edən Mingəçevir Dövlət Universitetində təhsil alan 4-cü kurs tələbələri. Yəni əgər müraciət eləsəz, ehtiyacınız olsa, həmin materialları mən sizə verərəm təkrar üçün. İşiniz asanlaşar. Atalar sözləri ilə bağlı olan testlərdə müəllimlər birinci növbədə atalar sözü öyrənərkən çalışın ki, ə, belə deyim də, bəzi müəllimlər sadəcə əzbərləyirlər. Əzbərə ehtiyac yoxdur. Atalar sözünün bir hərfi mənasına baxın. Bir, yəni nə ola bilər? Təxmin eləməyə çalışın. Bu arada bax bunlardan elə ikisi dəqiq dərslikdəndir. Məsələn, birinci, hamısı dərslikdəndir, amma və sonuncu. Bu ikisi səhv eləmirəmsə 8-ci sinifdədir. Özdə mətnin dialoqun içərisində idi. Bax indiyə kimi gözümün qabağındadır. Ona görə dərslikləri hər zaman diqqətlə oxuyun. You can say that again. O deməkdir ki, sən haqlısan. Bu mənada istifadə oluna bilir. Yəni düz deyirsən, tamamilə razıyam mənasında istifadə olunur. Sonuncu isə your guess is as good as mine. Yəni sən nə bilirsən, mən də onu bilirəm. Bax gəlib hansısa mövzu ilə bağlı bir məlumat istəyirlər bizdən. Deyirəm ki, sən nə bilirsən, mən də onu bilirəm. Yəni səndən artıq bir şey bilmirəm. Bu mənada istifadə olunur. Sonra baxıram B variantına. The grass is always greener on the other side. Digər tərəfdəki ot deyir, hər zaman daha yaşıl olur. Sizcə bu nə deməkdir? Nə məna çıxarda bilərik? Yəni deyirik, kənardan görünən hər şey daha parlaq olur və yaxud da ki, əl çatmayan şey həmişə daha cəlbedici olur. Qıraqdan həmişə asan görünür. Bax, bu mənalarda istifadə edə bilərik. Many hands make light work. Burada da yenə təxmini əzbər bilməsək belə təxmini başa düşə bilirik. Yəni bu nə deməkdir? Deyir ki, çox əl işi daha asan eləyər. Yəni Azərbaycan ilə buna qarşılıq el gücü, sel gücü. Yəni ki, hər kəs bir yerdə çalışsa, iş daha asan olar mənasındadır. D-də də yenə də başa düşə bilərik əzbər bilməsək belə. Hər zaman deyir the down. The down
günün doğan vaxtı olur da, düzdürmü? Yəni sübh vaxtı. Yəni sübhdən əvvəl qaranlıq olur həmişə. Yəni Azərbaycan dilində deyirik, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Yəni bu mənada istifadə olunur. İndi situasiyanı başa düşmək lazımdır. Meqan deyir hər zaman dostunun işinə paxıllıq eləyir. Hansı ki o travel, səyahət bloqeri kimi fikirləşir və düşünür ki, bu çox nədir? Cazibədardır. Və Meqan deyir ki, sən deyir gedirsən, çoxlu gözəl yerlər görürsən, mən də sənin elədiyin kimi eləmək istəyərdim. Qısqanclıq eləyir. Dostu gülüb deyir ki, indi dostu nə deyir? Sonra açıqlamasına baxaq. Sən deyir, mən bu yaratdığım kontentin altında dayanan uzun saatlarla işləməyimi, təzyiq altında olmağımı görmürsən. Nə deyə bilər? Yəni, yo, B variantıdır cavab. Yəni, kənardan baxanda asan görünür. Amma sən bu işin altında olan o çəkdiyim əziyyətləri, uzun saatları və s. görmürsən. Bu mənadadır. Bax, məsələn, siz dördüncü kursuz, əksəriyyətiniz hazırlaşırsınız, düzdür? İnşallah işə qəbul olacaqsınız. İşə qəbul olanda hazırlaşmayan, əziyyət çəkməyən qrup yoldaşlarınız deyəcək ki, gör nə bəxti gətirdi, getdi, işə girdi elə ilk ildən. Halbuki onlar sizin əziyyətinizin altında o yuxusuz gecələri, çalışmağınızı və s. nəzərə almayacaqlar. Bax, həmin situasiyadan söhbət gedir ki, kənardan baxanda hər şey daha asan görünür. Bu nədir? Hə, bu da situasiya tamamlama qaydasıdır. Biri var atalar sözündən situasiya. Atalar sözündən situasiya şəklində də düşə bilir bu arada. İki formada düşə bilir. Bir də atalar sözü verilir. Bu yaxınlarda Naxçıvan müəllimlərinə də eyni formada düşmüşdü. Atalar sözü verilir və mənalar verilir. 5 dənə definition verilir. Atalar sözünün mənasını sadəcə tapmaq lazım olur. Bir də bayaqki tipdə. Adətən situasiya tamamlama, paraqraf tamamlama və sair testlərində bənzər cavablar ola bilir. Ona görə biraz daha diqqətli olmaq lazımdır. Hə, bu testlərdə əslində dayanmağımıza, cavab yazmağımıza ehtiyac yox, çünki cavabları işarələmişəm. Qrammatik testlərdə yox, amma bunlarda işarələmişəm, çünki bəziləri vaxt apara bilir. Dedim birdən əgər müzakirə kimi çatdırmasaq, tez üzərindən keçib baxa bilək deyə. Situasiyanı əvvəlcə diqqətlə oxumaq lazımdır. Mütləq. Və bir də situasiya testlərini eləyərkən önəmli məqamlar var. Yəni baxın, demək istədiyim nədir müəllimlər? Bütün bu oxuyub anlama testlərinin hamısını, yəni bəxtəxuda eləmirsiniz. Sadəcə tərcümə eləyərək eləmirsiniz. Bir diqqət eləməli olduğunuz məqam var ki, onu tutmaq lazımdır. Situasiya tamamlamada bu məqam hansı idi? Demişdik ki, sonuncu cümlə bizim üçün çox-çox önəmli cümlədir. Kimlə danışdığımız çox önəmlidir. Və sonuncu cümlə. Sonuncu cümləni başa düşmədən situasiya tamamlama testini yazmırıq. Niyə? Çünki sonuncu cümlə bizə hansı tonda cavab verməli olduğumuzu deyir. Sonuncu cümlə bizə, məsələn, əsəbimi deyirəm, tənqid eləmək üçünmü danışıram, dəyərləndirmək üçünmü danışıram, nə üçün, nə tipdə bir cümlə seçməliyəm, onu mənə göstərir. Sənin deyir həmkarın var və yeni həmkarın var, hansı ki sən onu öyrədirsən. İşi öyrədirsən ona. Set him a task, yəni sən ona bir tapşırıq verirsən və onu on his own tək başına qoyursan. Bu arada ürəyim dayanmayacaq. Qoy bunu da deyim müəllimlər. Çünki imtahana düşüb də əvvəlki illərdə. Tək başına mənasında siz ya on his own götürə bilərsiniz, ya da ki by oneself götürə bilərsiniz. Məsələn, by himself. İkisi də eyni şeydir. Hə, onu tək başına buraxırsan ki, işi bitirsin. Və o işi sənin onun eləməyini gözlədiyinin yarı vaxtına tamamlayır. Yəni sənin gözlədiyindən daha tez tamamlayır işi. Sən də təsirlənirsən və onu praise etmək üçün, yəni ki, onu tərifləmək üçün deyirsən. Deməli, burada bir neçə dənə variant uyğun gələ bilər. Yeni gələn işçiyə deyilə biləcək bir neçə cavab ola bilər. Məhz siz onu tərifləyəcək, onun bu elədiyini dəyərləndirəcək bir cümlə götürməlisiniz ki, o da D variantındadır. That was fast work.
Yəni bu çox sürətli iş idi. Çünki axı deyir ki, gözlədiyindən daha tez bitiribdi. Bu hissəni nəzərə almaq lazımdır. Sən həqiqətən əla iş bacardın. Cavab D variantındadır. A variantında yaxşı olar ki, deyir, başqa bir məşğuliyyət tapasan özünə. B-də deyir ki, ümid edirəm ki, bu təlimin sənə faydalı olduğunu, yəni düşünürsən. Know that you have finished that, you can do this. Bir halda ki deyir, bunu bitirmisən, bunu da eləyə bilərsən. Onu bitirmisən, bunu da eləyə bilərsən. Yəni gedib başqa iş verir. Əslində baxın, məntiqli gəlir. İşi gözlədiyindən tez bitirib, müəllim də deyir ki, hə, nə olacaq? Təzə iş verir ki, ged elə. Amma sonuncu cümlə bizə onu demir. Ona görə götürə bilmirsiniz C variantını. E'də isə deyir ki, if you worked more quickly, you would be better. Yəni əgər sən daha sürətli işləsən, daha yaxşı olar. Halbuki adam zaten tez işləyibdi. Hələ vaxtının da yarısında bitiribdi. Daha sonra gəldik idiomlarla bağlı olan test. Bax bu idiomlar deyim sizə. Adətən, demirəm hər zaman, amma adətən 90% hallarda köhnə 9-cu sinif dərsliyindən düşür. Onların idiomlarını falan ayrıca yığmışam bir yerə. Yenə kim istəsə, hətta səhv eləmirəmsə onu mən Telegram kanalına da yükləmişəm. Götürə bilərsiniz oradan da. Dərsliklərin tərcümələrini falan. Əsas odur ki, imtahana gedənə kimi mütləq onların hamısını nə etmək lazımdır? Öyrənmək lazımdır. Burada da cavab A variantıdır. İdiomlar da yenə iki formada düşür müəllimlər. Hansı iki formada? Gəlin sizə deyim. Bax, bu formada birincisi bu formadır. Burada nə olur, necə olur? Yəni, sözlərdə bu formada düşə bilir. Phrasal verblərdə, idiomlarda 4 cümlə verilir. 4 dənə söz, phrasal verb və yaxud da idiom verilir. Mənasına görə yerinə yerləşdirmək lazımdır. Bu birinci. İkinci sual tipi ondan ibarət olur ki, 4 dənə idiom verilir ya da phrasal verb verilir. Mənalarını uyğunlaşdırmaq lazım olur. Bu da ikinci quruluş ola bilər. İndi burada cümlə içərisində verilibdir. Əlbəttə ki, əvvəlcə mənalarına baxmaq lazımdır. Let sleeping dogs lie. Deyir ki, qoy yatan it yatsın. Sizcə nə deməkdir bu? Hansı situasiyada istifadə olunur? Biraz məntiq işlətmək lazımdır, əzbər bilməsək belə. Yəni ki, o deyirik, yatan ilanı tərpətmə. Belə bir şey var Azərbaycan dilində, belə bir ifadə var. Yəni o deməkdir ki, yəni nəyisə də qurtalayıb oyatma da, keçmiş məsələləri yenidən gündəmə gətirmə. Qoy sakit qalıbdı. Bax bu mənada istifadə olunur. Shape up or ship out. Ya düzəl, ya özünə gəl, ya çıx get. Bu mənada istifadə olunur. Weather the storm isə weather the storm. Yəni qasırğadan hansısa bir belə deyim sizə, hansısa bir çətin situasiyanı atlatmaq mənasında istifadə olunur. Leave no stone unturned. Bu da yenə hərfi mənasına uyğun gəlir. Deyirik, daşı daş üstündə qoymadı. Yəni dağıtdı, qırdı, alt-üst elədi. Bax bu mənada istifadə oluna bilir. İndi keçirik cümlələrimizə. Cümlələrdə söhbət nədən gedir? Mesajlar. Cümlələrdə söhbət nədən gedir? Deyir ki, Elza ə, yaxşı əhval-ruhiyyədə idi bu səhər. Və Endi də qərara gəldi ki, mübahisəni yenidən başlatmasın. Keçən gecə elədikləri mübahisəni yenidən gətirməsin ortalığa. Niyə? Çünki let sleeping dogs lies. Yəni ki, qoy qalsın da elə yerində də qalsın. Kefi yaxşıdır deyə heç təzədən bir də davadalaş olmasın mənasında aya uyğun gəldi. İkinci də he said he would nə ola bilər? In order to prove her innocence. Deyir ki, o dedi ki, o onun günahsızlığını sübut eləmək üçün in order to məqsədlə deməkdir. In order that ola bilər. In order that bağlayıcı da özündən sonra cümlə alır. In order to, sadəcə to, so as to. Bunların hamısı isə özündən sonra bare infinitive alır və eyni mənanı verir. Məqsəd bildirmək üçün istifadə olunur. Hə, nə ola bilər? Onun günahsızlığını sübut eləmək üçün neynədir? Leave no stone unturned. Yəni daşı daş üstündə qoymadı. Hər şeyin altını üstünə gətirdi mənasında istifadə olunur. Yəni hər yolu sınadı, hər yola baş vurdu. Bax bu mənada istifadə olunur. Sonra üçüncüdə isə I have warned you about turning up to work. Hə, deyir ki, sonuncu dəfə sənə xəbərdarlıq eləyirəm işə gəlməyindən bağlı. Shape up or ship out. Yəni ya düzəl, ya özünü düzəlt, ya da çıx. Üçə də B uyğun gəlir.
4-də mən bu testdə hər dəfə baxanda yenə də mənanı tam da uyğunlaşdıra bilməsəm də, amma zaten başqa variantımız qalmır, C uyğun gəlir. Dedik ki, weather the storm nəyinsə də çətin bir dövrün keçməyi, çətin bir dövrü keçirtmək mənasında istifadə olunurdu. Burada da yəni ki, hansı mənada istifadə olunur? Qəzetlər deyir, onlayn yeni özləri onlayn xəbərlə ə, yəni qəzetlər onlayn xəbərləri özləri paylaşmaqla internet məlumatlarının təsirindən yəni atlatdılar da, o dövrü atlatdılar, o dövrdən keçdilər. Bax bu formada biz ora nə edə bilərik? Tərcümə verə bilərik. Yəni zaten digərlərini uyğunlaşdıranda bir dənə cavab C variantı qalır. Sonra, bu da yenə idiomlarla bağlıdır. Bir dənə cümlə, ona uyğun 5 dənə idiom da verilə bilir. Görürsüz bu formada. Deyir ki, it's difficult to nə etmək? When you are depressed. Sən depressiyada olanda, yəni kefin olmayanda, depressiyada olanda, it's difficult, çətindir. Nə çətindir? Throw in the towel. Bunlar səhv eləmirəmsə bizim keçdiyimiz o Essential kitabı var. Essential idiom kitabı var. Oradandır. Əvvəlki illərdə də o kitabdan sözlər düşüb, idiomlar düşüb. Amma bütün bir kitabdır da, yəni 2 ay ərzində öyrənmək biraz çətin olar. Ona görə də yaxşısı məktəb dərsliklərinə fikrinizi daha çox yönəldin. Throw in the towel bilirsiniz nə deməkdir? Yəni təslim olmaq. Bu hardan yaranıb? Maraqlı. Gəlin elə deyim ki, yadınızda qalsın da. Boks falan olanda, ringdə boks oynayır 2 nəfər, döyüşürlər və sonda kim ki artıq pes edir, artıq dayandırmaq istəyir, orada səhv eləmirəmsə onun məşqçisi kənardan dəsmal tullayır ortaya ki, yəni dayansın. Belə bir şey oxumuşdum bununla bağlı. Throw in the towel, yəni ki, dayandırmaq, təslim olmaq mənasında istifadə olunur. Hit the roof, məntiqlə fikirləşməyə çalışın. Hit nədir? Yəni çox isti filan belə bir şey gəlir ağlıma. Roof da tavan deməkdir. Yəni tavana vurub, deyir bura çatmışam sənin əlindən. Və yaxud da bunu nə etmək olur? Yəni çox hirslənməkmi deyim, aləmi bir-birinə qatmaqmı deyim, çox səs-küy salmaqmı deyim? Yəni nədirsə də o enerji artıq tavana dayanıb bu mənada. Ola bilər ki, çox belə loru dildə deyirəm, konkret tərcüməsini demirəm, amma daha yaxşı yadınızda qalsın deyə. Çünki imtahanda bəzən təkrar testlər düşə bilir. Yəni beyninizdə qalsın bir dəfəlik ki, o imtahanda rastınıza çıxsa asan olsun sizə. Let off steam də let off varsa demək ki, azaltmaq falan mənasında olacaq. Yəni içini boşaltmaq, ürəyini boşaltmaq, sakitləşmək, emosiyalarını bir üzə vermək. Ona görə bu doğrudur. Depressiyada olanda, yəni bu çətin olur bizə. Let the cat out of the bag. Açdım sandığı, tökdüm bambuğu. Yəni qoy hər şey açığa qovuşsun. Let the cat out of the bag ağzından qaçırmaq mənasında istifadə oluna bilir. Yəni hər hansı bir sirri biz ağzımızdan qaçırırıq, sirri açırıq. Açırıq sandığı, tökürük pambığı, ortalığa, hər şey. Hit close to home isə can evindən vurmaq deməkdir. Kiminsə kiməsə toxunmaq, mənə toxundu, onun sözləri mənə toxundu. Və yaxud da onun hərəkəti məni can evimdən vurdu. Bax bu mənada istifadə olunan bir idiomdur. Daha sonra dialoq tamamlama ilə bağlı olan bir testdir. Ümumi bir qayda deyəcəm müəllimlər. Dialoq tamamlama testlərində siz diqqət eləməlisiniz nəyə? Mütləq boşluqdan sonrakı cümləyə. Çox diqqət edirsiniz. Əgər bir şey çıxmasa, onda boşluqdan əvvəlki cümləyə də gedirsiniz. Boşluqdan ümumi situasiyaya baxıram ki, bank işçisi ilə cənab Johnson arasında bir dialoq gedibdi. Salamlaşırlar, neynirlər və Johnson deyir ki, take out a loan, kredit götürmək istəyirəm, pul götürmək istəyirəm. Bank işçisi nə deyirsə də Johnson cavab çox önəmlidir. Johnson deyir ki, mən düşünürəm ki, 2000 dollar. Düşünürəm ki, 2000 dollar. Və yəni bu bəs eləyəcək maşın almaq üçün. Sizcə, hər zaman müəllimlərə deyirəm, dialoq tamamlama testlərində və cümlə tamamlama testlərində bu çox önəmlidir. Proqnoz eləmək. Bunu özünüzdə inkişaf elətdirin. Proqnoz vermək nə deməkdir? Yəni variantlara baxmadan fikirləşirəm ki, burada nə deyə bilər? Necə bir cümlə tapmalıyam mən variantların içərisindən? Bunu fikirləşmək lazımdır.
Necə bir cümlə olacaq? Əlbəttə, bu əgər 2000 dollara ehtiyacın var deyirsə, deməli bank meneceri bundan soruşub ki, sənin nə qədər pula ehtiyacın var. O da B variantında deyir. Əlbəttə. First of all, yəni hər şeydən öncə siz nə qədər pul istəyirsiniz, hələ bir onu deyin, ona uyğun baxaq. O da deyir ki, düşünürəm ki, 2000 dollar yetərli olacaq maşın almağa. Demək ki, cavabımız elə B variantı oldu. Çünki əvvəlcədən düşündüyümüz, beynimizdə olan bir şeyi variantdan axtarmaq daha rahat gəlir. Və burada mətn vermişəm, variantlar verməmişəm, çünki çox uzun olacaqdı. Üzrlə hesab edin, dilim dolaşdı. Burada nədir? İmtahana düşən mətnin formatını istəyirəm sizə göstərəm ki, hansı səviyyədə, hansı formatda düşür, burada görürsüz. Və sual tipləri nə olur? Mütləq reading testlərini eləyərkən də bayaq dediyim kimi birinci cümləni oxuyursunuz. Birinci cümlədə söhbət nədən gedir? Bank işindən söhbət gedir və deyir ki, müasir iqtisadiyyatlarda mühüm əhəmiyyətə malikdir və financial services that facilitate economic growth, yəni maliyyə xidmətləri iqtisadi inkişafı daha asanlaşdıran maliyyə xidmətləri təklif edir. Yəni müasir bankçılıqdan söhbət gedir. Sual, mətn nə haqqındadır? Mətn nə haqqındadır suallarına cavab taparkən mütləq bu abzas başlıqlarını oxumaq lazımdır. Çünki elə bir variant seçməlisiniz ki, bütün mətni, bax buradan bura qədər hamısını əhatə eləsin. Ola bilər ki, variantlardan hansısa, bax bu birinci cümlədə, birinci abzasın içərisində var, hətta olduğu kimi var. O dəqiqə müəllimlər deyirlər ki, mətnindən tapdım, bu fikir var, gedim onu götürüm. O deyil. Elə bir variant seçməlisiniz ki, hamısını ümumilikdə əhatə eləsin. Yalnız bir abzasın içində varsa da, o demək deyil ki, o doğrudur. Mütləq hamısını əhatə eləməlidir. Sonra, ikinci artıq reading for detail, yəni konkret sualdır. Elektronik bankçılıqla bağlı nə başa düşülür mətndən? Mən başa düşürəm ki, hərfi tərcüməyə ehtiyac yoxdur. Gedəcəm, bax bu elektronik bankçılıq olan hissəni oxuyub ona uyğun cavab tapacağam. Və yaxud da ki, əgər bankçılığın gələcəyi ilə bağlı məlumat istəyirsə də, gələcəm bu gələcək olan hissəyə baxıb ona uyğun cavab götürəcəm. Hərfi. Amma mən suallara baxmamış oxusaydım. Bax, getmişsiniz imtahana, suala baxmadan mətn oxuyursunuz. Necə eləyəcəydiniz? Başlayacaqdınız buradan. Hərfi tərcümə elə gələk çıxacaqdınız bura. Arada da bilmədiyiniz sözlər o qədər var ki, məsələn, inflation sözünü məsələn bilmirsiniz. Və yaxud da hər hansı bir sözü bilmirsiniz. Biraz da orada modunuz düşəcəkdi aşağı. Variantı da gələndə yenə də qayıdıb bir də həmin suala uyğun gedib mətnə baxacaqdınız. Bir 10-15 dəqiqəniz gedəcəkdi ən az. Amma suala baxanda sizdən nə istədiyini sorub bildiyinizə görə hamısını oxumağa ehtiyac olmur. Gedirsiniz, həmin hissəni oxuyursunuz, cavabınızı yazırsınız. Vəssalam. Bu qədər sadə. Və paraqraf tamamlama sualıdır. Paraqraf tamamlama sualı adətən biraz düşündürücü ola bilir. Amma burada da müəyyən qaydalarımız var ki, onlara əlbəttə əməl eləmək lazımdır. Necə əməl eləmək lazımdır? Birinci boşluqdan əvvəl və boşluqdan sonra diqqət edirsiniz. Biri var ki, iki tipdə paraqraf tamamlama testləri olur. Biri var ki, ümumi məna davam eləyir, axıcılıq olur. Yəni boşluqdan əvvəl də eyni mənadan danışır. Boşluqdan sonra da eyni şeydən danışır. O zaman biz burada keçidi təmin edən bir cümlə götürməliyik ortada. Yox, əgər boşluqdan əvvəl başqa şeydən, boşluqdan sonra başqa şeydən danışırsa, deməli sizə ziddiyyət keçidini təmin edən bir cümlə lazımdır. Buna diqqət etmək önəmlidir. Və gəlirik bura. Romanlar deyir, görürəm ki, bax yenə də hərfi tərcümədən qaçın. Hər zaman deyirəm bunu. Quruluşa baxın. Ümumi mənanı başa düşməyə çalışın. Görürəm ki, romanlardan danışır. Sonra deyir ki, romanlar military skills. Military skills nədir? Hərbi. Yəni hərbi sahədə bacarıqlı idilər. Sonra görürəm burada nədən danışır? Yenə də hərbi innovasiyalardan danışır. Çoxsaylı hərbi innovasiyalardan danışır. Ümumi mənanı başa düşdüm ki, burada Romalıların hərbi bacarıqlarından filan danışır. Boşluqdan sonraya baxıram. Deyir ki, while var. While nədir? Hərçənd ki deməkdir. Hərçənd ki deyir, Roman artist, yəni Roma rəssamlarının ənənəvi baxışı Yunanlara filan təsir eləyibdi. Gəldim burada rəssamdan danışdı. Sonra görürəm burada Roma incəsənədindən danışır.
Burada rəssamlıqdakı bənzərsiz stildən danışıbdı, ədəbiyyatdan danışıbdı. Sonuncu cümlədə də deyir ki, ə, mühəndislikdən də danışılıbdı, düzdür? Demək ki, mən burada bax bu keçidi təmin eləyəcək bir cümlə götürməliyəm, yəni zidd bir fikir götürməliyəm ki, o da E variantındadır. Yet bərabərdir but. Bunu bağlayıcı mövzusunda keçirik. Coordinating conjunction'dır. Yəni təbiəsizlik bağlayıcısıdır. Amma deməkdir. Amma deyir Romalılar yalnız ordu sahəsində bacarıqlı deyildilər. Həm də ədəbiyyat və mühəndislik baxımından, yəni onların bacarığı nə etməlidir, düşünülməlidir. Yəni həm də ki bu yöndən yaxşı idilər. Sonra da görürsüz boşluqdan sonra da davam edib zaten bunların həqiqətən də mühəndislərindən, ədəbiyyatından və sair danışmağa. Və salam, bu qədər sadədir yəni. As səbəb əhdir, bunu mən niyə as kimi oxuyuram? Məsələn, accordingly verilən fikrə uyğun olaraq deməkdir. Axı uyğun deyil, zidd bir fikir gəlibdir. Moreover özündən əvvəl gələn fikrə əlavə, dəstək fikir vermək üçün istifadə olunur. Bu da deyil, bunu da götürə bilməzsiniz. Ondan sonra, məsələn, B variantında yenə Roma ordusundan danışır. Axı mən keçid eləməliyəm, artıq ordu ilə bitirməliyəm. Ona görə bu da deyil. A variantında isə ümumiyyətlə nədən danışır? Hərbi taktikalardan danışır ki, yəni Napoleon B-də daha doğrusu taktikalardan, ordu taktikalarından danışır. Dedim ki, bunu götürə bilmərəm. A variantında da ən qüdrətli dövründə hardan hara qədər uzandığını danışır. Deyir, Fars körfəzindən tutmuş, Aralıq dəniz ətrafına qədər uzanırdı. Yəni bu hissəyə keçid olaraq mən bu cümləni götürə bilmirəm. Hə, bir də bayaq bunu deyirdim əslində başlanğıcda müəllimlər, hansı ki abituriyent vaxtlarınızda öyrənmisiniz ki, ə, sözlərin yerini dəyişərək cümlə düzəldirsiniz. İmtahanda bu artıq bu formatda düşür. Cümlə düzəltmək də düşür. Amma bu da düşür. Ya dialoqun, ya da paraqrafın cümlələrinin yeri dəyişir və siz artıq burada onları düzgün ardıcıllıqla yazmalısınız. Burada da önəmli olan bir neçə məqam var. Birinci varianta baxırsınız. Məsələn, görürəm ki, variantda hamısı 4 ilə başlayıb. Bu mənim işimi asanlaşdırır. Yox, əgər məsələn ikisində 4 ilə başlasa, ikisində 2 ilə başlasa, birində də 1 ilə başlasa, o deməkdir ki, heç digər rəqəmlərə baxmayacağam da, məhz həmin cümlələrə baxıb o yöndən yoxlayacağam. Yəni variantlar işimizi asanlaşdıra bilir. İndi burada hamısı 4 ilə başlayır, nə gözəl. 4-də nə deyir? Deyir ki, müəllim öz şagirdlərinə to keep them busy for the whole lesson. Bütün dərs onların başı qarışsın, məşğul olsunlar deyə çoxlu tapşırıqlar veribdir. Əla. Sonra nəyə diqqət eləyəcəksiniz? Bax, məsələn, indi burada yoxdur, amma ola bilər. Elə bir variant ola bilərdi, məsələn, burada 6 ilə başlayardı. O zaman siz baxacaqdınız ki, 6-da he deyir. Deməli, bunu götürə bilməzdiniz. Niyə? Çünki əvvəlcə gərək ismin adı çəkilsin ki, sonra mən onu he ilə əvəzləyəm. Yəni, 6 ilə başlayan bir cümlə olsa, onu götürməyəcəkdiniz. Bu kimi refer back edən ifadələrə də diqqət eləmək lazımdır. Yəni, əvəzliklərə və s. diqqət eləmək lazımdır. Nəysə ki, 4 ilə başladıq, düzdür? Çoxlu tapşırıq verdi ki, onları sakit saxlasın. Sonra 4-dən sonra 5 gəlib, bir də 3 gəlib. 4-dən sonra 5 o deməkdir ki, şagirdlərdən biri Suzan ondan soruşdu ki, daha çox tapşırığınız varmı? 3-də deyir ki, 15 dəqiqə sonra o öz stolunda, kreslosunda əyləşirdi. Sizcə 5-dən sonra 3 gələr, yoxsa 3-dən sonra 5 gələr? Əlbəttə ki, hələ ki danışır. Hələ Suzana gəlməmişdən öncə bir situasiyanı danışır. Deyir ki, şagirdlərinə çoxlu tapşırıq verdi ki, onlar sakit otursunlar. 15 dəqiqə keçəndən sonra o öz kreslosunda əyləşərkən şagirdlərindən biri olan Suzan ondan soruşdu. Əyləşərkən soruşdu. Bir iş davam edərkən o birisi baş veribdi. Daha çox tapşırığınız varmı? Sonra müəllim nə etdi? Müəllim təəccübləndi. Təəccüblənəndən sonra nə etdi? Soruşdu ki, sənin verdiyim hər şeyi bitirdiyinə inana bilmirəm. Şagird yazıq da deyir ki, onların heç birini eləyə bilməmişəm. Ona görə də başqalarını istəyirəm. Ə, Daha asan yolla necə eləmək olar desəz, yenə də baxın. Bax, məsələn, bu variantlara baxmadan cümlələrdən özünüz ardıcıllığı tapa bilərsiniz. Bax, fikirləşə bilərsiniz ki, məsələn, Suzan gərək daha çox tapşırıq eləsin ki, sonra müəllim buna təəccüblənsin. Yəni, elə cümlə seçməlisiniz ki, 5-dən sonra 1 gəlməlidir. Hansısa variantda 1-dən sonra 5 gəlibsə, onu çıxacaqsınız.
Və yaxud da müəllim gərək soruşsun ki, desin ki, bütün tapşırıqları elədiyinə inana bilmirəm. Ondan sonra şagird desin ki, heç birini eləməmişəm. Və yaxud da şagird gələk soruşsun, ondan sonra müəllim ona cavab versin. Bax, bu tipdə ardıcıllıqlara cümlə hansından sonra mütləq hansı gəlməlidir, onu ayrıca qeyd edəndə variantlardan daha asan şəkildə tapıb çıxartmaq olur. Və bir də bu formada sözlər hansı formada düşür, onu da istədim sizə göstərəm. Baxın, bir dənə ekvivalent soruşur, yəni verilən sözlərin sinonimini soruşur. Burada isə antonimini soruşur. Bir cümlənin içərisində bir neçə dənə söz verilir və onların qarşılığı istənir. Bu formatda da verilə bilər. Amma başqa bir formatda da verilə bilər. Orada necə olur? Qarşılıqlı sözlər yazır. Məsələn, 1, 2, 3, 4, 5, 6. 6 dənə belə deyək, rəqəm var və hamısının da qarşısında 2 dənə söz var. Məsələn, deyir ki, cütlüklər verilibdir də. Deyir ki, hansı cütlüklər sinonimlərdir. Hansı variantdakı sözlər sinonimdirlər və yaxud da antonimdirlər. Bu formada da tapa bilərsiniz. Burada əlbəttə ki, əsas məsələ nə etməkdir? Sözlərin tərcüməsini bilməkdir. Məsələn, burada verilən bu sözlərin hamısı dərsliyə əsaslanır. İmtahanda da elə adətən bu formatda olur. Sonra nə gəlir? Burada testimiz varmı? Hə, axır ki gəldik, yekuna çatdıq. Çox-çox istəyərdim ki, sizin üçün daha çox testlər müzakirə eləyək. Ürəyimdə qalan o qədər testlər oldu ki, amma vaxt baxımından əlbəttə ki, bu uyğun deyil, bilirsiniz. Və bu zamanda nə etmək qalır mənə? Sizə yalnız uğurlar arzu eləmək qalır. Əlimdən ancaq hələ ki bu gəlir. Amma unutmayın müəllimlər, bu 2 ay ərzində hər şeyi öyrənə bilməzsiniz. Yəni bunun üçün heç özünüzü yormayın ki, mən 2 aya hər şeyi öyrənəcəm. Amma düzgün strategiya qursaz və bu disiplinli şəkildə 2 ay ərzində davamlılıqla çalışsaz, uğur qazana bilərsiniz. Hətta deyim ki, sizin şansınız 4-cü kurs tələbələrinin şansı digərlərinin şansından daha çoxdur. Çünki sizin bilikləriniz daha yenidir. Universitetdə oxuyursunuz qrammatika, sizin müəllimlərinizdən bəzilərini tanıyıram. Çox, çox, çox savadlı, çox hörmət elədiyim müəllimləriniz var və İndi sizin dərslərinizin necə yüksək səviyyədə olduğunu təsəvvürümə gətirirəm. Yəni o müəllimlərin yanından gəlib imtahanda uğur əldə etməmək biraz absurd görünür. Ona görə də həm də abituriyent vaxtıda hazırlaşmısınız, bilikləriniz hələ təzədir. 2 ay ərzində də çox yaxşı bir təkrarla dediyim qaydalara əməl edərək uğur qazana bilərsiniz. Hər birinizə uğurlar arzu eləyirəm. Ümid edirəm ki, bu imtahandan sonra işə qəbul olarsınız və nə vaxtsa sizlə bizim yolumuz artıq müəllim tələbə olaraq deyil də həmkar kimi kəsişər. Çox istəyərəm bunu. Sizlə danışmaq çox xoş oldu. Sizlə belə qiyabi də olsa tanış olmaq çox xoş oldu. Bundan sonraki həm təhsil həyatınızda, həm iş həyatınızda hər birinizə uğurlar arzu edirəm. Bundan sonrası müəllimlər, artıq yekunlaşdırmışıq. Kim istəsə ayrıla bilər. Yox, əgər kimin sualı varsa da, sırf bu imtahan gedişatı ilə bağlımı, nəmi, nə ilənsə bağlı sualınız varsa, bir 5 dəqiqə vaxt ayırıb suallarınızı da cavablandıra bilərəm. Əgər suallarınız olsa, yaza bilərsiniz. Və yaxud da səsli şəkildə də verə bilərsiniz suallarınızı. Bir dəqiqə mikrofonu düzəldim. Aha, varsa buyurun. Axşamınız xeyir Sevda xanım. Buyurun, buyurun. Hər vaxtınız xeyir. Necəsiz Navanə? Çox sağ olun. Həqiqətən Təşəkkür çox edirəm. maraqlı idi. Mən bu qədər, yəni uzun müddətdir, yəni ümumiyyətlə testlə məşğul olmamışam. Belə çətin olduğunu sözün açıq mən bilmirdim. Həqiqətən də çox çətin imiş. İndi siz biraz öncə dediniz ki, universitetdə dərslər mən onu təsdiqləyə bilməyəcəm sözün açığı. Niyə? Çünki bizdə qrammar dərsləri əsasən 1-ci, 2-ci kurslarda keçilir. Artıq 4-cü kursa qədər gələndə tamamilə yaddan çıxır. Və sözün açıq, digər açıq danışaq da. Yəni qrammatika Orç Musayevdən keçilir və yəni bunu dəstəkləmir də. Tədris planı yalan yoxdur. MİQ dəstəkləmir. Tədris planında olan fənlərmi deyim və yaxud da ki, onun gedişatı. Amma indi inşallah ki, gələndə mən də fikirləşirəm ki, xüsusi bir fənnin tərkibini mi deyim, yoxsa tədris planını lap belə təklif mi irəli sürərik ki,
sırf MIQ üçün lazım olacaq bu strategiya ilə sözlərdir, collocationslardır, nə bilim bunların qrammatika hissəsidir. Çünki həqiqətən də çox çətindir və çox əziyyət Bəli. və məsələn bizim 4-cü kursu bitirən tələbəmiz. Mhm. Onu siz biraz önce dediniz ki, orta məktəb dərsliklərindəndir. Yəni Bəli. çox ciddi hazırlıq tələb edir ki, yəni orta məktəb dərslərini bir-bir incələmək Bəli. lazımdır. O çox Nə önəmlidir. bilim, bəli, onların da belə aşağı nəticə göstərməsi əslində bizim də yəni sözün açığı keyfiyyət göstəricimizdir və bizə də mənfi təsir eləyir. Biz nə qədər deyirik, uşaqlar 4-cü kursda digər fən nə bilim semestr imtahanlarına görə çox da adaptasiya ola bilmirlər. E, bilmirəm, çox sağ olun, amma həqiqətən də çox böyük yol göstərdiniz, dediniz. Mən məsələn elə bu tərzdə bir şey istədim ki, ən azından heç məşğul olmayan, elə belə şansını sınamaq üçün gedən tələbələrə bir fikir olsun ki, necə strukturda olur. Şəxsən mən özüm bilmirdim belə. Yəni strukturunu bildim. Yəni bilmirəm, biraz vaxtımızı bəlkə mənə də maraqlı gəldi. Bəlkə də universitetin nə bilim, gərginliyindən yorulmuşuq. Bəlkə də biz də gedərik orta məktəbə, fikirləşərik. Çox sağ olun hər şey üçün, Olur dəyərli olsun. vaxtınızı ayırdığınız üçün. Siz sağ olun, Müəllimlərin çox sizə şansı bəli, yaratmısınız. Həqiqətən çox təşəkkürlər. təşəkkür edirəm. Çox Mənə də sağ çox xoş olun. oldu. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm Xəyalə xanım. Aha, yazmısınız ki, British Council-ın B1 mətnlərini işləsək olarmı? Mətnlərin fərqi yoxdur. Hardan işləyirsiniz, necə işləyirsiniz? Əsas odur ki, oxuyun, öyrənin, söz öyrənin. Oxuyub anlamanız inkişaf eləsin. Amma sırf imtahan formatında istəyirsinizsə, o zaman internetə yazırsınız. Yenə də reading-dirsə, mətn üzərində işdirsə onu cümlə tamamlamadır, paraqraf tamamlamadır. Hər nəsə yazırsınız, yanına da YDS testi yazırsınız. İmtahanda adətən oxuyub anlama testləri o formatda çıxır. Sizə çoxlu PDF-lər gələcək. YouTube-da hətta bu testləri necə etmək lazım olar, onunla bağlı mənim də dərslərim var, həmkarlarımın, xarici müəllimlərin də dərsləri var. Onlardan istifadə edə bilərsiniz o taktikaları öyrənmək üçün faydalı olacağını düşünürəm. Başqa sual. 504 sözləri işimizə yarayırmı? Mətnlərin leveli bayaq gördüyünüz mətni o səviyyədə olur. Son 2 ildir ki, o formatda düşür. 504 sözləri işimizə yarayarmı? Yarayar əlbəttə. Dərslikləri bitirmisinizsə, hamısını incələmisinizsə, 504 sözlərini də öyrənirsiniz. Çünki məsələn, fərqli-fərqli illərdə oradan da sözlər düşə bilir. 504 kitabıdır, Essential Idioms, idiomlardır, atalar sözləri və s. əlavə istifadə edəcəyiniz materiallardan olmalıdır. Amma öncəliyimiz dərsliklərdir. Təşəkkür edirəm Günel xanım, çox sağ olun. Sonra, tamam, əgər başqa sualınız yoxdursa, yekunlaşdıraq, varsa yenə də yazın. Əgər yuxarıda nəsə yazmısınız, gözümdən qaçıbsa üzürlü hesab eləyin. Sizə çox təşəkkür edirəm səbirlə sona kimi dinlədiyinizə görə. Hər birinizə uğurlar, xoş sədalarınızı eşitmək ümidi ilə sağ olun. Minnətdaram.